Salam, mən Məntiq müəllimi Elbrus Həşimov. Bu videoda 11 may imtahanına düşə biləcək sualların izahını vermiş olacağam. Bir neçə sual tiplərinə baxacağıq ki, yəni imtahanda qarşınıza çıxa bilər. Ümumi olaraq, məsələn, heyvanlarla bağlı belə bir təhlillə bağlı belə bir sual. Bundan sonra çoxluqla bağlı. Analogiyada ki, bilirik ki, hər dəfə demək olar ki, imtahana düşür. Yəni təbii ki, bundan 5 dənə, 6 və yaxud 5 dənə, anaqramdan 2 dənə belə hər dəfə düşür demək olar. Və yaxud klublar olsun, yəni hər dəfə demək olar 2 dənə düşür. Bir də əsas bu məsələlərdən və yaxud mətnin məntiq təhlillərindən, məsələn, karandaş məsələsi, bu da düşə bilər, yəni sabahki imtahanda ola bilər ki, düşsün və yaxud çay və qəhvə məsələsi. Bu sual da yəni riskli sualdır. Yəni e, imtahana düşə biləcək suallardır. Nəyə görə bu düşə bilər? Dimin sınağı, yəni yanvar ayında olan sınağında da bu çay qəhvə olan mətn təhlili bilirik ki, düşmüşdü. Elə keçək bu sualların izahına. Bir neçəsini seçmişəm. Deməli, baxın, bu birinci sualda məsələn cədvəl sualıdır. Cədvəl sualında baxsaq, yəni normalda biz bilirik ki, bunu sətr üzrə toplaya bilərik və yaxud sütun üzrə toplaya bilərik, amma burada başqa bir əlaqə var burada. Görürük ki, 2-yə vurub üstünə 1 gəlib. 2-yə vurub üstünə 1 gəlib, yenə 2-yə vurub üstünə 1 gəlib, yenə 2-yə vurub üstünə 1 gəlib. Bu ikinci sətrə baxanda, burada isə 2-yə vurub tərsinə baxırıq. 2-yə vurub 12. Sonra 3-ə vurub 36. Sonra yenə də 2-yə vurub. Yəni 2-yə vurub, 3-ə vurub, sonra yenə 2-yə vurub. İndi biz ikinci, axırıncı, dördüncü sətrə baxanda görürük ki, burada da həmçinin bu ikinci sətrin işini burada da görüb. Yəni burada da 2-yə vurub, sonra yenə 3-ə vurub, yenə 2-yə vurub. Belə çıxır ki, birinci sətirdə hansı işləri görmüşdürsə, üçüncü sətirdə görə bilər. Və biz baxaq, 2-yə vurub üstünə 1 gəlir, tamam. Yenə 2-yə vurub üstünə 1 gəlib, tamam. Biz o zaman üçüncü sətirdə həmin yolu tətbiq etməliyik. Bunu 2-yə vurub üstünə 1 gəlsəm, 17. 17-ni 2-yə vurub üstünə 1 gəlsəm, 35. 35-i 2-yə vurub üstünə 1 gəlsəm, 71. Sualımızın da doğru cavabı D variantı. Növbəti sualımız çoxluqla bağlı məsələdir ki, bu imtahan böyük ehtimal çoxluğa aid hər hansı bir məsələ düşə bilər. Çünki birinci cəhddə çoxluq məsələsi yox idi, səhv eləmirəmsə. Bu arada yaş məsələsi də düşə bilər. Yəni o da ola bilər ki, düşsün. Deməli, bu sualda baxırıq ki, 45 nəfərlik qrupda ingilis dilini bilənlər fransız dilini də bilir. Tamam. Bu hissədə biraz yer təmizləyək, burada yer açaq sualın izahı üçün. Deməli, baxırıq ki, burada deyir ki, 45 nəfərlik qrupdur. Qrupda da ingilis dili bilənlər, fransız, yəni neçə dili bilənlərdən söhbət gedir? Burada fransız dili bilənlərdən söhbət gedir, ingilis dili bilənlərdən, bir də alman dili var burada. O zaman mən 3 dənə dairə çəksəm, Eyler-Venn diaqramından istifadə edəcəm. Biraz yaxınlaşdırım. Deməli, burada olsun bu ingilis dilinin dairəsi olsun, bu ingilis dili bilənlər olsun, bu olsun fransız dili bilənlər, bu da olsun alman dili bilənlər. İndi cümlənin şərti biz diqqətlə oxuyub sualın həllinə baxaq. 45 nəfərlik qrupda ingilis dili bilənlər fransız dilini də bilir. Bu ingilis dili bilənlər yoxdur bu dairə. Bu şəxslər eyni zamanda nəyi bilir? İngilis dili bilənlər fransızı da bilirlər. Düzdür? Yəni ingilis dili bilənlər fransızı da bilirlərsə, bax buradakı fransızı. Belə çıxır ki, məsələn mən bura yalnız ingilis dili bilən 5 olsun, 4 olsun, bura heç nə yaza bilmərəm. Çünki yalnız ingilis dili bilənlər yoxdur bizim qrupumuzda. Bu birinci cümlə ilə onu anladır bizə. Deyir ki, 45 nəfərlik qrupda ingilis dili bilənlər fransız dilini də bilir. Yəni ingilis dilini bilənlər neçə nəfər varsa, onlar eyni zamanda fransızı da bilirlər. Belə çıxır ki, yalnız ingilis dili bilənlər ola bilərmi qrupda? Əlbəttə ki, xeyr. Yalnız ingilis dili yoxdur. Çünki ingilis dili bilənin özü fransız da bilir. O zaman yalnız ingilisin yerini qaraldırıq. Çünki bu bizə lazım deyil. Tamam. İngilis dili bilənlər fransız dilini də bilir. Lakin alman dilini bilmir. Yəni bu ingilis dili bilənlər yoxdurmu? Bu ingilisin dairəsi. İngilis dili bilənlər alman dilini bilmir ümumiyyətlə. O zaman almanla ingilislə almanın, ingilislə alman dili bilənlərin kəsişməsini də qaraldacağam. Çünki məsələn mən tutaq ki, burada 4 yaza bilərəm.
Bu olacaq həm ingilis dili, həm alman dili bilənlər 4 nəfər. Amma bizə burada deyirdi axı, lakin alman dilini bilmir. Yəni ingilis dili bilənlər alman dilini bilmirlər. İngilis dili bilənlər alman dilini bilmirsə, burada nə iş var bunun? Və yaxud bunu qaraldıramsa, hər üç dil bilən də yoxdur belə çıxır qrupda. Məsələn, bura 2 yazıram. Belə çıxır ki, bura 2 yazsam özümdən, həm ingilis dili bilən, həm fransız, həm də alman. Faktiki olaraq ingilis dili bilən ümumiyyətlə alman dilini bilmir. Bura necə yəni ədəd yazıla bilər bura? Deməli, burada bizə lazımdır. Buranı da qaraldıram. Belə çıxır ki, qrupumuzda ingilis dili bilənlər elə fransız dilini bilənlərdən ibarətdir. Yəni həm ingilis, həm fransız dili bilənlər var. Yəni ingilis dili bilənlər fransızı bilir ancaq. Keçdik növbəti cümləyə baxaq. Yalnız fransız dilini bilənlər 19 nəfər. Yalnız fransızın yeri burada 19. Yalnız alman dilini bilənlər 11 nəfərdir. Yalnız alman dili burada. Gördünüz? 11. Tamam. Həm fransız, həm də alman dilini bilənlərin sayı isə 5 nəfərdir. Həm fransız, həm də alman. Fransız, həm alman, həm fransız bu hissədir. Bizdə bu olacaq 5. Tamam. Qrupumuz neçə nəfər idi? 45 nəfər. Düzdür? 45 nəfər. Tamam. Və burada axırda bizə nəyə soruşur? Deyir ki, ən çoxu neçə nəfər ingilis dilini bilir? Ən çoxu deyirsə bizə, ən çoxu deyirsə. Ən çoxu ingilis dili bilən neçə nəfər ola bilər? Baxın, indi bizim hal-hazırdakı vəziyyətimiz budur. 35 dənə. 35 nəfər varsa hal-hazırda, qrupumun tam dolması üçün mən nə etməliyəm? Yerdə 45 nəfər idi axı bizdə. Yəni burada bizə şərt vermir. Hamı ingilis, hamı dil bilir və yaxud dil bilmir. Biz özümüz bunu idarə edə bilərik. Ən çoxu və yaxud ən azı deyirsə. 35 nəfər faktiki yoxdur burada. Mənə ən çoxu dediyinə görə bu hissə, bu ingilis dili bilənlər, həmin ingilis dili bilənlər fransız da bilir. Bizə lazım neçə nəfər ingilis dili bilir? Yəni bu hissə. Yəni həm fransız, ingilis təbii ki, fransız da biləcək və bu hissə lazımdır. Təbii ki, bura 10 yazmalıyam. Başqa, yəni yolum yoxdur. Ən böyüyü götürmək üçün və həqiqətən də bunların cəmi oldu 45. Deməli, ən çoxu deyirsə 10 olacaq cavabı. Yaxşı. Sual soruşsaydı ki, burada ən çoxu yox, ən azı olsaydı və cavabımız ən az olsaydı, yəni 0 götürməzsiniz. Nəyə görə? Çünki bizim misalımızda ingilis dili bilənlər fransız dilini də bilir. Yəni ingilis dili bilənlərdən söhbət gedir. Ona görə siz burada ən azı minimum nə götürərsiniz? 1 götürməlisiniz. 0 götürə bilməzsiniz. Çünki 0 götürsəz ingilis dili ümumiyyətlə bilməyənlər olacaq. Heç kim bilməyəcək. Amma sualda artıq deyir axı ingilis dili bilənlərdən söhbət gedir burada. Ona görə biz ən azı soruşsaydı ingilis dili biləni biz götürərdik 1. Həmin o 1 nəfər həm ingilis dili bilir, həm fransız dili bilir. Yəni ingilis dili bilən olur 1 nəfər, düzdür? Yerdə yaxşı soruşarsınız o 9 nəfər hara getdi? O 9 nəfər ümumiyyətlə dil bilmir, yəni belə. Ən az olsaydı cavab 1 olardı. Növbəti sualımıza baxırıq. Ardıcıllıqla bağlı belə bir sualdır. Deməli, burada baxsaq, demək, görək burada nə edir? Məsələn, biz baxa bilərik ki, buradan 32, bu 25, 49, 40, 45. Deməli, biz burada necə elə bilərik bu sualı? Normalda biz diqqətlə baxsaq, yəni iki sual işarəsi var və bu bizdə belə deyil, həm uzun ardıcılıqdır. Ona görə siz şərt deyil ki, belə baxasınız suala, formada baxasınız. Yəni artır, azalır, artır, yenə artır. Görürsünüz, uyğunsuzluq yaranır. Yəni şərt deyil siz belə baxasınız suala. Siz normalda buna uzaqdan, yəni ikili ardıcılıq kimi də baxa bilərsiniz. Məsələn, buradan, məsələn, gəlsin 5-ə. Məsələn, belə baxa bilərsiniz. 15-dən gəldi 5-ə, 10 azaldı və yaxud 3-ə böldülər. Sonra 5-dən birbaşa qalxır 59-a. Sonra yenə azalır, sonra yenə azalır. Görürsünüz, yenə uyğunsuzluq yarandı. Görürsünüz ki, yenə belə bir uyğunluq yoxdur. Çalışın ki, 15-dən 78 alın. Yəni 1 ilə 5-dən 78 alın. Belə də baxa bilərsiniz. Yenə heç cür alınmırsa, o zaman siz üçlü ardıcıllığını yaddan çıxarmayın. Üçlü yəni nədir? 2 ədəd buraxıram, düz qalxıram 32-yə. Nə qədər artdı? 17 artdı. Yenə 17 artırıramsa, 32-dən yenə 2 ədəd buraxıram, düz 49-a gəlirəm. Gördünüz, yenə 17 artdı. Belə çıxır ki, bu 49-dan da 2 ədəd buraxıram, düz gəlirəm birinci sual içərisinin yerinə, yenə 17 artmalıyam. 17 artırsam olur, deməli, 66. Düzdür? Bunun üstüne 17 gəlsəm 66 olur. Yəni birinci sual şərsi 66 olacaq. Bu ehtimal cavabımız burada elə A variantı olacaq. Gəlin keçək digər ardıcılıqları da izah edelim. Məsələn, yaxşı, buradan olacaq. 78-dən 19 çıxır, yazır bura. 59-dan 19 çıxır, yazır var. 2 ədəd buraxdı, gəldi 40-ın üstünə. Yenə bundan 19 çıxmalıdır, düzdür? Yenə 2 ədəd buraxıramsa, düz gəlirəm axırıncı sual şərsinin üstünə. Yəni 19 çıxıram, 21 alıram yəni cavab. Belə A variantı cavabımızdır. Digər ardıcılığa baxsaq, bu. Bu da 2 ədəd buraxır, 20 artır.
25'ten yenə 20 artır. 2 ədəd buraxıram, düz gəlirəm 45-ə. Yenə 20 artacaq və artıq həmin ədəd bura yazılacaq. Bizə təbii ki, bura lazım deyil. Bizə bu iki sual şərsi lazım idi. Növbəti sualımız qatlama ilə bağlı, xəyali kəsiklə bağlı belə bir sualdır. Gəlin bunun da izahına baxaq. Deməli, burada koordinatla verib. Yəni, bu da normalda düşə bilər belə bir sual sizə. Çünki mən bilən 2000, yəni 1-2 il olar düşmür, amma düşüb əvvəllər buna oxşar tipi, bundan daha asan, yəni forması düşüb qəbula. Qatlanmış vərəqdə kəsiklər edilib, fikrən vərəqi açın və alınan kəsiklərin koordinatlarını müəyyən edin. Siz bunu həll etmək üçün ilk öncə siz kağızı başa düşməlisiniz. Kağız hardan, bu hissə haradır hal-hazırda? Kağızımın harasıdır? Burasıdırmı, burasıdırmı, hansı hissəsidir yəni? Bunu anlamalısınız. İkinci halda isə siz anlamalısınız ki, kağızı necə qatlayır, kağızın özünü başa düşməlisiniz ki, necə qatlayır. Onu xəyalən təsəvvür eləməlisiniz. Məsələn, diqqətlə baxsaq, biz görürük ki, bu buranı qatlayıb bura, görürsünüzmü? Gəlin bu kəsi, yəni bu kağızın öz simmetriyasını bura köçürək. Həmin kağızın öz güzgü əksini, yəni simmetriyasını bura köçürsəm, həmin kağız bu burdadır. Görürsünüz, bu kağız burada da hal-hazırda. Və diqqətlə baxsaq, bizim bu hissəmiz hamısı bir qatdır. Kağızımız bu hissəsi bir qatdır. Amma bu hissəni görürsünüz balaca süpçək yaranır. Bu neçə qat olur? Təbii ki, 2 qat olur bu hissə. 2 qatdır. Bunu yadda saxlayın. Sonra da siz nə edib? Götürüb bu şəkli var bax buradan. Baxın. Bu hissəni görürük ki, yəni həmin bu hissə bizdə. Və buradadır. Görürsünüz, trapesiyə oxşar bir hissədə. Yəni üçbucaqdan bu düzbucaqlının bir yerdə. Bunu isə nə edib götürüb sol tərəfə doğru qatlayıb. Yəni bu hissə boşdur hal-hazırda. Bu bura boşdur. Bunun çünki bura qatlayıb. Artıq 2 qat buradadır. Bura boşluqdur. Sonra bu alınan şəkli var bax bu. Bunu götürüb sola doğru qatlayıb. Yəni bunun da simmetriyasını mən köçürsəm, təxmini bura düşür. Düzdür? Düz tam dəqiq çəkmədim. Gördünüzmü? Bunu qatladım bu yana. İndi sonra nə edib? Baxın, alınan düzbucaqlı formatında olan hissəni, yəni bu mənim kağızımın hansı hissəsidir? Sol tərəfidir bu kağızımın. Görürsünüz? Sol tərəfi. Yəni kağızımın hansı hissəsidir? Biz diqqətlə baxsaq görərik ki, bu hissədir. Bu sol tərəf, bu hissədir. Və sonra götürüb biz nə edib? Bu aşağını yuxarıya doğru qatlayıb. Aşağıdan yuxarıya doğru qatlanma var burada. Və fikir versək belə. Aşağıda, yəni bu hissəni götürüb aşağını yuxarı qatlayıb. İndi biz kağız açmalıyıq. Məsələn, bizdə rəngləmə harda olub? Yəni kəsiyi bu qara olan yerdə qoyub. Görürsünüz, kəsiyi burada qoyub. Yəni biz həmin hissəni artıq təyinləmişik. B-nin altındadır. Bax bu hissədir, düzdürmü? Bu hissəni təyinlədik. Bu hissəni mən birinci nə etməliyəm? Aşağıya doğru verməliyəm güzgü əksini. Bunu aşağıya doğru güzgü əksi versəm, gəlib bura düşəcək, görürsünüz? Tam gəlib düşəcək bura. Tamam. Bu güzgünü artıq bu güzgüyə görə açma, yəni açdım kağızı. İndi biz nə etməliyik? Burada diqqətli olursunuz, kağızı izləməlisiniz. Son dəfə əməliyyat nə olub? Baxın diqqətlə. Son dəfəki əməliyyat, yəni bunu açdı, qaldırdım yuxarı, tamam. Güzgü əksi oldu. Hal-hazırda mən buradayım, görürsünüz? Bu hissədəyəm. İndi kağızı biz nə etməliyəm? Sola doğru açmalıyam, amma biraz diqqətli olmalısınız. Çünki siz bu hissəyə nəzərə almalısınız. Yəni bizim kəsiyimiz buradadır, görürsünüz? Bu buradadır. Yəni götürüb bu balaca qaranı götürüb bura verməzsiniz simmetriya. Yəni normalda bu qaranın güzgü əksi əgər buradadırsa bizim güzgümüz. Bu qaranın normalda bu qaranı verməliyəm bura, düzdür? Bax bunun simmetriyası bura düşəcək. Güzgü burdadır axı bizdə. Yəni sağa doğru açıram indi. Amma bunu verməzsiniz bura artıq. Nəyə görə? Çünki bizim burada kağızımızın quruluşuna diqqət yetirin hələ. Bu diqqətlə baxın. Biz ilk öncə bu kağızı, bu balaca üçbucağı götürüb qatlamışdıq bura, yadınızdadırsa. Bura qatlamışdım və belə bir hal almışdım. Sonra nə etmişdim? Bu halı, bu sağdakı kağızı artıq bura iki qatda bilirsiniz. Bura iki qat idi. Bunu sola doğru qatlayırıq. Bunu sola doğru qatlayanda belə bir hal vəziyyət yaranır, düzdürmü? Yəni bu olur artıq üç qat. Yəni bu kağız bura gəlir. Bu da iki qat olur təbii ki. Bu kağız bir qat gəlir, bir qatın üstünə iki qat olur bu hissə. Amma bizim kəsiyimiz buradadır. Diqqətlə baxın. Yuxarıdakı şəkildə bizim kəsiyimiz buradadır. Yəni indi bu hissə ikinci qat yoxdur axı. Bu hissə bir qatımız. Görürsüz? Bu hissə bir qatdırsa, bu necə gəlib bura köçürülə bilər ki? Görürsüz? Mümkün deyil. Yəni çünki bu sağdakı kağız bunun üstünə düşməmişdi. Bura gəlib düşmüşdü. Sağdakı kağız buradadır. Görürsüz? Təxmini buradadır. Ona görə o kəskin üstünə düşmür deyə biz artıq onu sağa doğru verə bilmərik. Alınmır çünki verə bilmərik də. Vəssalam. Yəni biraz çaşdırmaq üçün bu hissə verilib formada. Yəni bu hissəni qatlayıb və həmin o sağdakı kəsik, yəni bura düşməyəcək. Yəni bunun simmetriyası bura köçürülməyəcək artıq. Koordinatları müəyyən etsək, 1B, 1B, sonra 6B və 6E təbii ki. 6E. Qutardı getdi. Bu bizim koordinatımız. Şimdi keçək biz variantlara baxaq. 1B6
B, 1B, 6B, bir de 6Y olacaq. Yəni 6C olmayacaq. Bu getdi. 1B lazımdır bizə. Bu da getdi. 1B lazımdır. Bu da getdi. 1B burada var. Tamam. 6B də burada var. Amma 6A yoxdur axı bizdə koordinat olaraq. Amma E variantına baxırıq. 1B, 6B, 6Y. Təbii ki, mənə lazım olan koordinat burada. Növbəti suala baxırıq. Bunları silək. Bu da analogiya ilə bağlıdır. Məsələn, ot harda olur? Çəməndə olur. Belə bir məntiqlə yanaşsaq. Silah mübahisədə olmur. Güzgü şüşədə olmur. Çimərlik günəşdə olmur. Meyvə almada olmur. Amma qum harda olur? Səhrada olur təbii ki. Ən uyğun variant analoji olaraq B variantıdır. Növbəti sualımız heyvanlarla bağlı bir sualdır. Altıncı sualdır. Gəlin bu sualın da həllinə baxaq. Deməli, burada heyvanlarla bağlı sualda yəni ki, cədvəlsiz formatda bunu indi yəni izah edəcəm. Cədvələ ehtiyac olmur yəni bu suallarda. Yəni izləmə söhbətidirsə cədvəl çəkməyə də bilərsiniz yəni. Yəni şərt deyil biz cədvəl çəkək bu sualda. Gəlin bu sualın həllinə baxaq. Biz bunu praktiki formada düşünsək, sadəcə izləmə söhbəti var bu sualda. Yəni izləməliyik nəyisə. Məsələn, baxırıq ki, burada dovşana mən gəlin D hərfi. Normalda imtahana düşən hərflərindən idi. Yəni heyvanlar K, L, M belə verilirdi. İndi burada fikir versək bizdə heyvanların öz adı verilib. Ona görə biz bu heyvanları onların baş hərfi ilə əvəzləyə bilərik. Çünki dovşan D ilə başlayır, maral M ilə, kirpik K ilə, canavar C ilə, sincab S ilə. Yəni bunların baş hərfləri fərqlidir. Ona görə elə biz bunun birinci hərflərini D, bunu dovşanı D əvəzləyək. Maralı M olsun, kirpi K olsun, canavar C olsun, sincab da S olsun. Daha qısa olsun bizim sualımız. Ovçunu görən dovşan, baxın, dovşan harda gizlənir? Cökənin arxasında. Gəlin bura bir dənə cökə ağacı yazıram, cökə. Burada kim gizlənir? Dovşan gizlənir. Tamam, D. Dovşan cökənin. Sincab çinarın arxasında gizlənir. Buraya yazıram çinar. Arxasına S hərfi yazıram. Yəni sincab buradadır. Canavar palıdın. Buraya yazıram palıd ağacı. Arxasında da canavar gizlənib. Bu da getdi. Kirpi şamın. Şam ağacı. Arxasında nə yazacağım? Arxasına yazıram kirpi. Hərfi yəni. Tamam, bunu da bildik. Şamın arxasında kirpi gizlənib. Və maral şabalıdın. Şabalıq ağacı yazıram. Şabalıq. Burada da maral gizlənib. Baxın, M hərfi bəs edir. Yazdım. Sonra bu da getdi. Nə qaldı indi? Gizləmək üçün daha iki yeri var. Fıstıq və küknar ağaclarının yanı. Yəni fıstıq, fıstıq. Bir dənə var bizdə? Küknar var. Vəssalam. Ümumi də baxırıq ki, 7 dənə ağac var bizdə. Yəni iki dənə əlavə yer var gizləmək üçün. Tamam. Gizlənmək üçün daha iki bunu bildik. Hər bir heyvan yerini yalnız ovçu onu gizləndiyi yerə istiqamətlərində dəyişir. Yəni ovçu gəlib palıda gəlsə, artıq C buradan çıxmalıdır. Deməli bunu bildik. Yalnız ovçu onu gizləndiyi yerə istiqamətlərində dəyişir. Heyvan digər heyvanların gizləndiyi yerə keçə bilməz. Keçə bilməz. Yəni bu nə deməkdir? Əgər ovçu küknara gəlib yoxlayırsa küknarı, əgər görür ki, heyvan yoxdur burada, heç kim yox. Buradan çıxır, ovçu bu küknardan çıxıb əgər palıda gedirsə, C buradan qaçmalıdır axı. Hara qaça bilər? Fıstığa getməlidir. Habalda, yəni digər heyvanların yerinə keçə bilməz. Bunu onu deyir və özünün axırıncı tərk etdiyi yerə qayıda və ovçu ilə yerini dəyişə bilməz. İndi gəlin bunu izləyelim. Ovçu əgər buradan çıxır, gedirsə palıdın üstünə, canavar buradan çıxıb küknara gedə bilməz. Çünki ovçu buradan çıxırdı artıq. Ona görə canavar hara getməlidir? Məlum, fıstığa getməlidir. Digərlərinin də yerinə gedə bilməz. Eyni zamanda bir dənə cümlə var idi burada. Tutaq ki, məsələn, canavar bu palıddan gəlib küknara, düzdür? Fıstıqdan çıxır bu, belə deyim, ovçu və yaxud şabalıqdan çıxır, hardansa çıxır ovçu və yaxud ovçu çöldən çıxır, gəlir bura küknara. Məsələn, düşünək ki, canavar gəlib bura küknara. Yəni, buradan çıxıb küknara gəlib canavar məsələn. Ovçu da çıxır, gəlir bura küknara. Axı küknarda canavar var. Canavar hara getməlidir belə çıxır? Artıq palıda qayıda bilməz. Çünki son tərk elədiyi yer buradır, son. Yəni, bir dəfə palıdda olubsa, o deməkdir ikinci dəfə olmaz. İkinci dəfə ola bilər, amma son dəfə hardan çıxıb gəlibsə, qayıda bilməz ora. Yəni məsələn, palıd küknara gəlibsə, əgər palıddan küknara gəlibsə canavar, ovçu əgər küknara gəlirsə, canavar gedib palıda gedə bilməz. Canavar getməlidir fıstığa, çünki son tərk elədiyi yerdən çıxa bilməz. Canavar əgər küknardadırsa, yenə deyirəm, ovçu küknara gəlibsə, canavar artıq buradan qayıda bilməz əvvəlki yerinə. Məcbur fıstığa getməlidir. Fıstıqdan sonra bəli, palıda qayıda bilər. Belə problem olmaz. Amma son dəfə palıddan əgər canavar gəlibsə, küknara gəlibsə və ovçu küknara gəlirsə, artıq canavar palıda qayıda bilməz yəni.
O deməkdir. İndi gəlin suala biz baxanda tam başa düşəcəksiniz. Gizləmək imkanı olmayan heyvanı, ovçunu, heyvan da doğrusu ovçunun şikarına çevrilir. Gəlin sualın özünə baxaq. Ovçu birinci gedişdə küknarın ətrafını yoxlayır, düzdür? Ovçunu biz dairə ilə götürək. Ovçu burada, düzdür? Bu getdi. İkinci gedişdə nə edir? Şabalının. Buradan çıxır gedir hara? Şabalda. Bax bunun üstündən xətt çəkirəm. Ovçunun yerini çünki yəni xətt atıram ki, burada olub axırıncı dəfə. Gəldi Şabalda yoxlamağa. Artıq ovçu burdadır. Nöqtəni qoyuram ki, ovçunun da yeri yəni, qarışıq düşməsin. Son dəfə bilim hardadır. Və siz tapmalısınız ki, ovçu, yəni izləməlisiniz ki, yadda saxlamalısınız ki, ovçu son dəfə hardan çıxıb gəlib Şabalda. Yəni Küşnardan gəlib. Və baxırıq, Şabalıd burada. Ovçu buradan çıxıb bura gəlir. Bax, indi bu M var. M hara qaçmalıdır? Gedib Küşnərə gedə bilməz. Çünki ovçu buradan çıxıb yerini dəyişə bilməz. M-nin üstündən sadəcə xətt çəkirsiniz ki, görə biləsiniz ki, M burada olub. Hara getməlidir mi? Bir dənə fıstığın yanı boşdur. Tamam, gəldi bura. Sonra keçdim üçüncü geçişə. Baxın, üçüncü geçişdə cökənin ətrafını yoxlayır. Ovçu baş şabalıqdadır, düzdür? Bunun üstünə xətt çəkirəm. Bu arada yadda saxlayırsınız ki, son dəfə şabalıqdan çıxır, gedir, hara gedir? Cökənin üstünə gedir. Cökə hardadır? Bax, buradadır. Yadda saxlayırsınız ki, ovçu buradan çıxıb gəlib cökəyə. D artıq hara qaçmalıdır? D gedib şabalığa girə bilməz. Yəni onun arxasına gizlənə bilməz. Nəyə görə? Çünki ovçu buradan çıxıb gəlib bura. Ona görə D gizlənməlidir. Hara qaçmalıdır? Bir dənə boş yer var buradadır. Görürsünüz. Ovçu burada olmayıb son dəfə. Son dəfə buradan çıxıb gedib cökəyə. Ona görə həmin o D gəlib bura düşə bilər. Tamam, bu da getdi. Dördüncü gəlirəm indi. Dördüncü keçişdə palıdın ətrafını yoxlayır. Bunun üstündə nə xətt çəkirəm? Ovçu buradan çıxır gedir. Hara gedir? Palıdan. Artıq buradadır. Və C buradan qaçmalıdır. Artıq buradan gedib cökəyə gedə bilməz. Boş yer harda var? Şabalıqda var. Ona görə C gəlib düşməlidir bura. Bunu sizə xətt çəkirəm ki, yəni bilim ki, C burada olub, canavardadır. Artıq bizdə ovçu da buradadır, palıqdadır. Son dəfə palıda gəlmişdi. Beşinci gedişə baxın indi. Beşinci gedişdə çinarın ətrafında yoxdur. Tamam. Ovçu buradan çıxır gedir çinarın üstünə. Artıq biz bilirik ki, ovçu buradan çıxıb gəlib bura. Artıq S palıda arxasına gizlənə bilməz. Boş yer harda var? S hara gizlənməlidir? Boş yer harda var? Aha, bu burada, köşədə. S gəldi bura, sincabda bu. İndi bizdə buradadır bizim bu ovçumuz. Xətti bura qoyuram ki, yəni qarışdırmayım hansı yerdə idim. Artıq 5-ci keçişi elədim, tamamlandı. Keçirəm 6-cı keçişə. Bax, xətti qoyuram ki, yadımda qalsın 6-cı keçişi indi belə deyim də tətbiq edirəm. 6-cı keçiddə baxın, ovçu burada deyil. 6-cı keçiddə hara gedir? Şamın ətrafına yoxlayır. Bunun üstə xətt çəkirəm. Gedir hara? Şamın üstünə. Bu ovçu artıq buradadır. Və Çinardan çıxıb gəlib Şama. Ona görə K buradan qaçmalıdır. Hara getməlidir? K buradan getməlidir. Palda. Gəldi bura, tamam. Və bizdə ovçu buradadır bu arada. Nöqtə buradadır. 6-cı gedişdə hazırdır. 7-ci keçişə baxın. 7-ci keçişdə yenidən paldır. Ovçu buradan çıxır gedir palda. Və bunun üstünə xətt çəkirəm. Gətirirəm bura. Palda təzədən gəlir. Və K buradan indi qaçmalıdır. K hara gedə bilər sizcə? Baxın hələ. K-nın gedəcəyi yol hara ola bilər? Bu arada ovçu buradan çıxır gəlir ha bura. K-nın gedəcəyi yol bura. Çinardır. Ha gəldi düşdü. Bura buradakı K-nı silirəm. Artıq ovçu da buradadır bizdə. 7-ci gediş tamamlandı. Son gedişdi demək olar. 8-ci keçişdə fıstığın ətrafını yoxlayır. Buradan da çıxır gedir fıstığın üstünə. Bunun üstünə xətt çəkirəm. Buradan gəlir fıstığa. M buradan hara qaçmalıdır? Halda qaça bilməz. Çünki oradan ovçu çıxıb gəlib. M qaçmalıdır bu şamın üstünə. Şamın arxasına gizlənir. Tamam, bu da hazır. Bu arada ovçu buradadır, fıstıqdadır. Nöqtə görürsüz. Və 8-ci gediş də hazırdır. Ovçunun 9-cu gedişində hansı heyvanlar şikara çevrilə bilər? İndi ovçu var ha. 9-cu geçişini yoxlamalısınız ki, hansı heyvanlar onun şikarına çevrilə bilər. Yəni yoxlayın. Ovçu bu arada buradadır bizdə. Əgər getsə küknarın üstünə, baxın, əgər getsə küknarın üstünə, D hara qaça bilər sizcə? Bu D bizdə kim idi? Dovşan idi. D hara qaça bilər məsələn? D buradan qaça bilər. Boş yer harda var bizdə? Boş yer buradadır, görürsünüz palıqda. Dovşan burada ümumiyyətlə olmayıb. Fikir verin. Dovşan palıqda olmayıb axı heç. Görürsünüz yəqin ki. Ona görə dovşan buradan bura qaça bilər. Yəni ovçunun şikarına çevrilə bilməz, yəni çevrilməz. Ona görə biri atıram. Hansı mənə çevrilə bilər deyir axı. Ona görə birləri çıxıram. Aynen E variantı. Tamam. Məsələn, baxaq indi biz burada hansına? Yaxşı. Hal-hazırda bizdə ovçu buradadır, düzdür. Keçək yaxşı. Bəs şabaldın üstünə getsə, yəni C var burada, canavar var bu arada. Yaxşı. Bu gəlsə əgər şabalda. Canavar hara gedə bilər? Sizcə baxın hələ. Boş yer hardadır? Bax, boş yer bizdə bir dənə bax buradadır. Fikir verin, burada K'dır. Boş yer bizdə buradadır. Ovçu buradan çıxıb gəlsə əgər şabalda, canavarın gedəcəyi yol baxın hələ.
Bir dənə har olmalıdır. Pal olmalıdır. Düzdür, başqa yol yoxdur. Amma gedə bilmir ora. Və biz baxırıq ki, canavar ümumiyyətlə nə burada olub, nə burada olub, heç yerdə canavar olmayıb. Bir dənə burada olub. Belə çıxır ki, son dəfə burada olub da. Fikir versə canavar ilk dəfə harda gizlənmişdi? İstəyirsiniz sualın özünə də baxa bilərsiniz. Canavar baxın burada yazılmışdı. Canavar palıdın arxasını gizləmişdi ilk olaraq. Ona görə canavar lap birinci buradaydı. Cəmi bir dəfə yerini dəyişdirib. Çünki canavar bir dənə buradadır, bir dənə buradadır. Deməli burada da hal-hazırda. Ona görə bir dəfə yerini dəyişdirib. Yəni elə palıddan çıxıb gəlib şabaldı. Canavarın onda son belə çıxır ki, tərk elədiyi yer palıddır. Ona görə canavar bu palıda gedə bilməz artıq. Əgər ovçu getsə şabalının üstünə, canavar oradan qaça bilməz. Yəni palıda gedə bilməz, fıstığa da gedə bilməz. Çünki ovçu oradan çıxır gəlir. Başa düşdünüz yəqin ki. Ona görə canavar qara çevriləcək təbii ki, ovçunun. Bunu atıram yerdə qalır babundan bu. Elə gəlin biz 4'ü bilirik ki cavabdırsa, elə gəlin 3'ü yoxlayaq və yaxud 5'i yoxlayaq. Kirpini yoxlayaq. Əgər kirpi 13 işlərinə çevrilmirsə, o zaman 4-5 cavabımızdır da. Kirpini yoxlayaq indi. Kirpi bu arada buradadır. İndi baxın diqqətlə. Ovçu bizdə fıstıqdadır, düzdür. Kirpi bu arada 2-3 dəfə yerini dəyişdirib. Yəni çaşdırıcı hissə buradır, amma yenə çaşdırıcı deyil əslində qalsa. Ovçu buradan çıxır gedir hara? Çinarı gedib yoxlasa, kirpi buradadır bu arada. Siz burada düşünürsünüz ki, kirpi görəsən son dəfə burada olub, yoxsa burada olub. Biraz qarışdırıcı gəldi. Görün, K burada da var, burada da var kirpi. Sadəcə burada cümləyə baxın. İlk öncə kirpi harda gizlənmişdi? Kirpi Şamın yəni yanında gizlənmişdi. Lap birinci. Yadınızdadır yəqin ki, bax burada yazılıb özdə. Belə çıxır ki, kirpi lap birinci burada gizlənib. Buradan birbaşa gəlməyib ki, Çinara. Buradan belə çıxır ki, burada da olub belə çıxır. O zaman Şamda birinci dəfə gizlənibsə kirpi, buradan hara çıxıb gəlib? Palda gəlib ki, burada da olub. Düzdür? Şamdan çıxıb gəlib Palda. Belə çıxır ki, son dəfə burada olub bizim kirpimiz. Çünki ilk olaraq Şamda olmuşdu. Deməli, son dəfə burada olub, Palıdda. İndi belə çıxır ki, bizim bu ovçu çıxsa, gəlsə, əgər Çinarın üstünü yoxlasa, kirpi buradan qaça bilməz. Yəni, bir dənə yeri var, bura getməlidir, amma bura qaça bilmir. Çünki kirpi burada son dəfə olub artıq. Çünki biz e, təhlildən biz görürük ki, kirpi ilk öncə Şamda idi. Belə çıxır ki, son dəfə olub, burada olub son dəfə. İndi buradadır, bura qaça bilməz. Çünki buradan çıxıb gəlmişdi bura. Ona görə də kirpi də iki kərə çevriləcək. Cavab da olur 3-4. C variantı. Növbəti sualımıza baxın. Burada kublarla bağlı belə bir sualdır. Burada mənə deyir ki, hansı, yəni sual içərisində yerinə hansı rəqəmlər yazılmalı? Siz bilirsiniz ki, bunun biz standart açılışını çevirsək, yəni kubun standart açılışını, bu ikini götürüb aşırda bilərəm bura, düzdür? Götürüb ikini bura aşırsam, belə bir vəziyyət yaranır. Düzdürmü? Və görürük ki, 2 ilə 4 qarşı üzlərdir. Sonra 1 ilə 6 qarşıdır. Çünki biz bilirik ki, 1'i aşırsam bura, yəni gəlib bura düşə bilər də birimiz. Düzdür? 1 burada düşə bilər. Yəni bura. Ona görə 1 ilə 6 qarşı üzdür. 3 ilə 5 qarşı üzdür. 4 ilə də 2 qarşı üzdür. Qarşı üzlər bir yerdə görsənə bilməz. Yəni 4 ilə 2 əgər qarşı üzlərdirsə, 4 ilə 2. 4 ilə 2 burada bir yerdə ola bilər, ola bilməz. Görürsünüz, 4 ilə 2 bir yerdədir. Getdi. Sonra baxın, 1 ilə 6, 1 ilə 6 qarşı üzdür. 1 ilə 6 bir yerdə ola bilməz. Görürsünüz, 1 ilə 6 burada bir yerdədir, burada da bir yerdədir. Görürsünüz, 1 burada, 6 burada. Yəni eyni görünən üzlər ola bilməz 1-6. Çünki onlar qarşı üzlərdir. Ona görə 1-6-nı atıram. Bir də burada 3-5 var, görürsünüz. 3 ilə 5 də qarşı üzdürsə, eyni anda görsənə bilməz. Bax, burada 3-5 bir yerdə burada ola bilməz. Ona görə cavabımız D variantı. Keçdik növbəti sualımıza. Dinləyici mühazirəyə baxır, tamaşaçı da televiziyaya baxır. 9-cu suala baxıram. Murad İnciyə 1000 manat pul versə, gəlin biz bunu belə həll edək. Burada Muraddan söhbət gedir. Bir də İncidən söhbət gedir. Yəni təhlil ilə həll edəcəm. Düzdür, biz bunu variant üsulu ilə də gedə bilərik. Yəni ən pis halda. Çünki İncinin neçə manat pulu var? Yəni əslində qalsa variant üsul daha məsləhətlidir. Yəni tənlikdənsə. Gəlin yaxşısı variantla edək. Çünki tənliklə ehtiyac yoxdur bu sualı həll etməyə. Əslində qalsa tənliklə gedə bilərik. Məsələn, Muradın İnciyə 1000 manat pul versə, o zaman Muradın X pulu olsun. İncinin də bilmirəm nə qədər pulu var, Y pulu olsun. Murad İnciyə 1000 manat pul versə, gəlin baxaq kimin pulu çoxdur. İnci Murada 1000 manat pul versə, onların bərabər miqdarda pulları olacaq. O zaman İnci Murada pul verirsə, hələ İnci Murada pul verir hə, və onların bərabər pulları varsa, belə çıxır ki, İncinin pulu çoxdur. Murad kiçidir İncidən, pul cəhətdən. Və indi biz bu hissəyə baxsaq, Murad birinci cümləyə, Murad İnciyə 1000 manat pul versə, Murad İnciyə 1000 manat pul verirsə, o zaman Muradın pulu olur x minus 1000, İncinin pulu olur y üstə gələk 1000, düzdürmü? Çünki Murad İnciyə 1000 manat verir. Bundan 1000 manat çıxır, bundan 1000 manat əlavə olunur. Onlardan olan pulların miqdarının müsbəti. Biz bu ona görə təyin elədik ki, kimdə pul çoxdur.
İncidə çoxdur. Nisbəti bilək. Muradın nisbəti hansıdır, incinin nisbəti hansıdır? Biz artıq gör 1 bölü 5 deməkdir bu. 5 nisbət düşür incinin payına. Ona görə x minus 100, mini, x minus mini bölünsün. Y plus min yazsam, əgər belə yazsam əgər, fərq yoxdur. Bunu da bölə bilərsiniz. Buna, bunu da bölə bilərsiniz. Eyni şeydir. Nisbətdə əsas diqqətli olmalısınız. Biz bilirik ki, incinin pulu onsuz da çoxdur. Və Murad hələ inciyə pul verir. İncinin pulu biraz da çoxalır da. Və təbii ki, bu 5 nisbət inciyə aiddir. Yəni, incinin pulu aşağıdakıdır. Aşağı 5 yazacağım. Yuxarı 1 yazacağım. Qutardı getdi. İnci Murada 1000 manat pul versə. İnci Murada 1000 manat pul verəndə Muradın x plus 1000 manat olur pulu. İncinin isə y minus 1000 manat pul olur. Əgər inci gördünüzmü, Murada pul verdi 1000 manat. İncidə 1000 manat pul azaldı. Belə halda nə olacaq? Onların pulları bərabər olacaq. Özü yazıb da. Bərabər miqdarda pulları olacaq. Vəssalam, biz bu iki dənə tənliyi həll edib orada nəyi tapacam? İncinin neçə manat pulu var hal-hazırda. Yəni x manat, y manat daha doğrusu incinin puludur. O zaman y tapacam, qutardı getdi. Gəlin bunu həll edək. Bunu çarpaz vuracam. Biri vursam y üstəgələk minə alınır elə y üstəgələk minin özü. Bərabərdir. 5-i də bu x minus minə vursam alınır 5x minus 5000. Bir də bunda götürüb altına, bunun altına yazacağım. Bunun altına. X istəyirsiniz belə eləyək də. Y aparaq sol tərəfə. Mənfi 1000 də istəyirsiniz aparaq sol tərəfə. Fərq yoxdur. Və yaxud mənfi 1000 qalsın. Belə eləyək də. Y aparaq sol tərəfə. X üstə gələk 1000. Bunu yazdım. X üstə gələk 1000. Bu y aparım bərabərin soluna. Minus y bərabərdir. Nə qaldı? Bərabərin sağına artıq mənfi 1000 qaldı. Mənfi 1000. Bu y ona görə apardım ki, sola. Rahat görəsiniz ki, burada y-lər gedir ixtisar. Düzdür, x-in qiyməti tapılır, eybi yoxdur. Amma biz yenə x-i qiymətini tapandan sonra qoyarıq yerinə y-in qiymətini tapa bilərik. Yəni, problem yoxdur. Alt-alta toplayanda alınır burada x üstə gələk 2000. Bu 1000, bu da 1000. Bu da x. X üstə gələk 2000. Bərabərin sağına baxın. Diqqətli olursunuz burada. Bərabərin sağında isə 5x onsuz da yazılacaq. Bu ədədlərlə toplanmır. Mənfi 5000. Görürsünüz, burada mənfi 5000 var. Mənfilərdə diqqət olursunuz. Mənfi 5000-i. Üstünə gəlməliyəm nəyi? Mənfi 1000-i. Mənfi 1000. Görürsünüz, mənfisini də yazdım. Və bu alınır mənfi 5000. Plus minus olur çıxma. Mənfi 5000 çıxılsın 1000. Yəni mənfi 6000 alınır. Minus 6000. Biz bunu da həll eləsək. X-i aparaq sağa, mənfi 6000-i aparaq sola. Solda 8000 olur. Mənfi 6000 bərabərin soluna keçsə müsbət olur. 8000 bərabərdir. X də bu yana keçsə 5x çıxılsın x, yəni 4x olur. X də burada neçə oldu? 8000-i 4-ə bölənir. Yəni x olur 2000. Yəni burada Muradın 2000 pulu olur, belə çıxır. Muradın da 2000 pulu varsa qoyuruq yerinə. O burada. İstəyirsiniz burada qoyaq. Fərq yox. Harada qoyursunuz qoyun. Alınacaq onsuz da. X-in yerinə burada 2000 qoysam 2000 plus 1000. Bura 3000 eləyir. Buranın da 3000 olması üçün Y-də 4000 eləməli təbii ki. Belə çıxır ki, yəni 4000-dir. İncinin 4000 manat pulu var. Və həqiqətən də şifahi formada, yəni variant üsulu ilə həll etsəydiniz daha da tez olardı. Təbii ki, ona görə dedim variant üsulu. Baxın indi, İnci 1000 manat pul versə Murada, onların pulları bərabər olur, bəli, olur. İnci 1000 manat versə buna, bunun 3000 manat olur, İncinin də 3000 manat olur. Murad İnciyə 1000 manat pul versə, Muradın olacaq 1000 manat pulu, düzdürmü? 2000-dən 1000 çıxıram. İncinin isə 1000 manat pulu artacaq, yəni olacaq 5000. Və həqiqətən də nisbət 1-in 5 olacaq, gördünüz, 1000 və 5000. Ona görə variant üsulu da bəzən qalib gəlir tənliyə təbii ki. Keçdik növbəti suala. Bu sual tiplərində diqqətli olun. Qeyri-aşkar tipli suallarda. Əgər düşərsə, çalışın, yəni yoxlamağa, yəni çalışın. Birinci cəhdə düzdür, kvadratlar cəmi, yəni Pifaqor teoremi kimi düşmüşdü. Bu dəfə də yenə istəsələr sala bilərlər əslində qalsa. Bu sualda baxın, 5-in kvadratı 25, üstə gələ 2-nin kvadratı 4. 29 tərsi buradadır. Eyni zamanda siz variantlara da baxa bilərsiniz. 81 və 18 və yaxud 74, 47, 39, 93. Belə şeylər görəndə variantda böyük ehtimal yəni tərsinə düşünülüb. Buna artıq 92 yox, 29 kimi baxırsınız. 25 yox, 52 kimi baxırsınız. Yəni belə də baxa bilərsiniz. Tərsi verə bilər. Və yaxud kvadratların cəmi də yoxlasız alınmadısa, eyni zamanda belə də yoxlaya bilərsiniz. Məsələn, bunun 4 misli, buranın 4 misli çıxılsın bu 2 və yaxud buranın 4 misli çıxılsın buradakı. Yəni misilləri yoxlayın. 2 misil, 3 misil, 4 misil. Eyni zamanda burada tətbiq edin. Və yaxud toplama, çıxma. Bunun 4 misli üstə gələk bu 2 və yaxud bunun 4 misli çıxılsın bu 2. Bu yolları da yoxlayın. Bir də ki, belə bir sualda yazın bura özündən. Məsələn, belə bir şey də düşə bilər. Məsələn, 6, məsələn, 200, alır 16-nı.
Belə hallarda bir dənə bu sol tərəfin ya kvadratını, ya da ki kubunu görürsünüz ki, sağdakı ədəd böyüdür və yaxud soldakı ədəd böyüdür, sağdakı balacadırsa, sağdakını, balacanı, yəni kuba və yaxud kvadrata yüksəldin. Nəsə görəcəksiniz yəni. Və ya düz toplaya da bilərsiniz. Toplayarsınız, kökün altına salarsınız, bura alınır məsələn. Amma burada belədir. Altını kuba yüksəldəndə 216. 216-dan da bu 200-ü çıxsam 16 qalır cavabımız. Yəni bu yolda yadınızda saxlayın. Növbəti sualımız analogiya ilə bağlıdır. Yenə sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Burada baxsam həşərat növü kəpənəkdir. Buna şərt deyil, siz üçlü formada baxasınız. İkili formada baxa bilərsiniz. Həşəratın bir növü kəpənəkdir. Geyimin bir növü əla kostyumdur. Kəpənəyin də bığcığı olur, kostyumun düyməsi olur. Təbii ki, A variantı. Digərləri ümumiyyətlə uyğun deyil yəni. Növbəti sualımız 12-ci sual. Bu da yəni kublarla bağlı, kubun açılışı ilə bağlı belə bir sualdır. Bu sualın həllinə baxsaq, deməli, biz burada görməliyik. Yəni, hər hansı bir yanaşmanın yəni, baxmalısınız ki, hansı alına bilər. Burada açılışa uyğun olan variantı deyir bizdən soruşur. Burada əslində qalsa çox rahat görsənir ki, burada A variantını görürəm mən. Bu teni sağa doğru aşırda bilərsiniz, düzdür? Sağa doğru aşırsanız belə bir vəziyyət yaranır. Bunu buradan deyək silirəm. Və bu müsbəti götürüb belə aşırtsam əgər, müsbəti belə aşırtsam, müsbət gəlir bu dairə qoyduğum yerə gəlirdi, düzdür? Müsbəti bu t-nin yerinə aşırda bilərəm də. Bu t artıq burada da onsuz. T-ni biz düşünmürük. Artıq bura plus olacaq. Görürsünüz t-nin solu müsbət. T-nin solunu görürsünüz burada. T-nin soluna baxsaz görərsiniz ki, müsbətdir. Bunu buradan kəsərəm bax bu hissəni. Buradan kəsib yuxarı köçürə bilərəm də. Bilirsiniz, kublarda belə hal olur. Yəni bura bu arada bozdu. T-nin yuxarısı görürsünüz bozdu. Burada t-nin yuxarısını görürsünüz bozdu. Bu qara da təbii ki, bilirsiniz, aşanda bura aşır. Deməli, bu sualdaydıq biz. Deməli, bu qaranı bilirsiniz ki, belə aşa bilər. Bu formada qara bura. Eyni zamanda bir dənə də aşa bilər bura. İstəsə bir dənə də aşa bilər. Fərq yoxdur. Burada saxlaya bilərəm. Ehtiyac yoxdur. Bu qara onsuz da t-nin sağında düşəcək. Həqiqətən görsək ki, həqiqətən uyğunluq var. Bu t-nin solu müsbət, sağı qara üzdür. T-nin solunu görürsünüz. Yəni biz bu A variantını götürüb sağ tərəfə və əksinə 90 dərəcə fırlasaq görərək ki, t-nin sol tərəfi müsbətdir, t-nin sağ tərəfi qaradır. T-nin sol tərəfi müsbətdir, sağ tərəfi qaradır. T-nin yuxarısını görürsünüz yəqin. T-nin yuxarısı burada artıq. Boz kvadratdır. T-nin yuxarısı boz kvadratdır. Görürsünüz. Bunu biz qaldırıb yuxarı aparmışdıq. Təbii ki, ən uyğun variant burada A variantıdır. Eyni zamanda siz buradan baxa bilərsiniz ki, t-nin yuxarısına boz kvadrat düşür. Burada t-nin yuxarısına qara kvadrat, qara üz ola bilməz. Burada t-nin yuxarısına belə bir şey verib, t-nin yuxarısına belə bir şey ola bilməz. Dedə getdi. T-nin yuxarısı bu harısı biraz uyğun gəlir əslində bu hissə və bu variant. Sadəcə burada bu variant da əslində C variantda uyğun gəlir axı bizə. Bəlkə burada uyğun olmayan variantı soruşmaq istəyib. Bir dənə baxa bilərik. Əslində biz tələsmişik, digər yanaşmalara baxmamışıq. Bu da ola bilər əslində qalsa. Yəni variantlara bir-bir baxmaq lazımdır yəni. Bu E variantı təbii ki, səhvdir. Yəni fikir verin. Müsbətin yuxarısını görürsünüz. Aşağıda t-nin yuxarısı müsbət olacaq artıq. Yəni t-nin yuxarısı mənə müsbət lazımdır, t-nin yuxarısı mənə boz kvadrat lazımdır. Bir də bu hissədə tələsməyək. Baxın, internetdə biraz problem oldu. Deməli, baxın, burada biz biraz tələsmişdik. Görürsünüz, aynən C variantını görürük ki, yəqin ki. Burada biz belə hallarda yəni tam variantları çıxdaş eləsəz daha dəqiq ola bilər. Görürsünüz, 3 dənə variantı biz əminik ki, səhvdir, yəni alınan deyil. Amma biz C naya baxsaq, həqiqətən yanaşma doğrudur. Biz müsbəti götürüb aşırdanda gəlib bura düşə bilir. Qaranı da aşırdanda gəlib bura düşə bilir. Biraz çaşdırıcı hissə var burada. Sadəcə biz yanaşmaya baxmalıyıq. Biz burada bu hissəyə, yəni diaqonala baxmalıyıq indi. Diaqonalın yanaşmasına baxmalıyıq. Biz diqqətlə baxsaq, burada t-nin ən aşağısında, yəni bir vaid aşağısında diaqonal bu formadadır. Yəqin siz bunu görə bilirsiniz. Bu formada diaqonal var. Biz diqqətlə baxsaq, C variantı. Əslində qalsa elə C variantı təmiz cavabdır. Əslində çox rahat görsənir ki, C variantıdır. Fikir versək, C daha doğrusu bu deyil, bu variant. Bu deyil, buradakı variant. Bu variant bunun C-nindir. Və fikir versək, həqiqətən də bunu mən buradan kəsib yuxarı aparsam, t-nin yuxarısı qara üzdür, daha doğrusu kvadratı, t-nin yuxarısı kvadratdır. T-nin var qarşı üzü bir vaid aşağısında diaqonal bu formada verilir. Bizdə də burada fikir verin, t-nin yəni belə bir aşağısında xətt var və onun da aşağısında belə bir diaqonal eyni qaydada verilib. Amma siz bu A variantını götürüb sağ təqribə əksinə 90 dərəcə fırlatsınız, bu diaqonal bir sinir belə olacaq. Daha doğrusu belə olmayacaq, belə olacaq diaqonal. Siz bunu götürüb aşırdarsınız. Yəni 90 dərəcə bu formada aşırsınız, görərsiniz ki, bu diaqonal bu formada olacaq və bu diaqonal 90 dərəcə aşanda bu formada olur axı. T-nin aşağısında bu formada diaqonal olacaq. Amma baxın, T-nin yəni qonşuluğunda aşağısında
Diagonal bu formadadır. Ona görə təbii ki, A yox, C variantı təmiz cavabımızdır. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 13-cü sualdır. Siz burada rənglərlə bağlı nəsə görəndə çalışın ki, burada yəni fiquru fırlatmayın, yəni tərpətməyin. Yəni birinci ilk olaraq, yəni yer dəyişmələri yox, rəngə siz baxmalısınız ilk olaraq belə suallarda. Ona görə vaxtınızı yəni çalışın ki, qənaətlə yəni istifadə eləyin imtahanda. Yəni 1 dəqiqə belə yəni vacib bir yəni belə deyim vaxtdır. Deməli biz baxsaq burada bozla ağ ümidvaram ki, səsim gəlir. Deməli baxırıq bu suala. Bozla bizdə ağın cəmi bizə verir ağı. Yazıram bura. Boz üstə gələk. Ağ bərabərdir ağ. Tamam. Gördünüz boz, ağ, alınır ağ. Yazdım bura. Baxırıq bir dənə ağla bozun da cəmini bir dənə yoxdur. Ağla bozun cəmi yenə ağ verir. Deməli fərqi yoxdur. Bozla ağ da ağ verir, ağla boz da ağ verir. Bunu artıq yadımızda saxladıq. Və bu sualda belədir. Fikir versək ağla ağın cəmi bizə verir boz. Yazıram bura. A üstə gələk. A bərabərdir boz verir nəticə. Yaxşı, bəs bozla bozun cəmi nə olacaq? Bir dənə ona da baxaq. Bozla boz deməli, burada biz fikir versək bu şəkildə bizdə. Bu şəkildə biz diqqətlə baxsaq, bu ikincidə. Burada elə bizə bozla boz verib burada. Bozla bozun cəmi bizə verir ağı. Görürsünüz? Bozla bozun cəmi ağ verəcək. Yazıram bura. Boz üstə gələk. Boz bərabər ağ. Yəni bu sualın qaydasını burada belədir. Və fikir versə elə birbaşa cavabı ala bilərik. Bozla ən yuxarı baxsaq, bozla bozun cəmi nə olmalıdır? Ağ olmalıdır nəticə. Yuxarı bizdə üçbucağın ən yuxarısı ağ olmalıdır. Ağ olmalıdırsa bu variant gedir, bu variant gedir. Çalışın variantları çıxdaş edin. Axırda onsuz da düz variant qalacaq. Yəni siz birbaşa cavabı götürməyin. Həmişə mən məsləhət görmüşəm ki, siz cavabları həmişə çıxarın, yəni variantları çıxarın. Yerdə düz variant onsuz da qalacaq. Və əmin ola bilərsiniz ki, yəni sual düz, %100 düzdür, yəni. Səhv olma ehtimalı ümumiyyətlə yoxdur. Ağla ağın cəmi bozdur məsələn. Fərq yoxdur. Hər hansı bir yerə baxa bilərsiniz. Məsələn, bu üçlüyə baxsaz, siz burada bu üçü də ağdır, burada da üçü də ağdır. Məsələn, bu hissəyə baxıram. Üçü də ağdır, üçü də ağdır. Ağla ağın cəmi mənə boz verirdi. Bu hissə bizdə üçü də boz olmalıdır. Elə əslində qalsa bu üç dənə variant üçü də eyni şeydir. Gəlin ən yaxşısı variantlar arasındakı fərqli hissəyə baxaq. Sağ aşağı hissəni görürük. Burada burasını ağ verib, burasını boz verib. Ən yaxşısı belə baxaq. Sağ aşağıya baxsaq, bura ağdır, burada ağdır. Deməli, sağ aşağı tərəf nə olmalıdır? Ağla ağın cəmi bizə boz verir. Deməli, ağla ağın cəmi boz verirsə, ən sağ aşağısı boz olmalıdır. Deməli, bura boz olmalıydı. Bu da getdi, gördünüzmü? Qaldı A ilə C. A ilə C variantı arasında isə fərqli hissə belə bu sol aşağıya baxsaq bəs edir. Ağla qara olan hissələrdir. Görürsünüz? Burada bizdə fərqlənən variant var. Bizdə də sol aşağıya baxsaq, ağla ağdır. Belə çıxır ki, ağla ağ da bizə boz verəcək. Ona görə sol aşağı tərəf boz olmalıdır. Bu da getdi, bura boz olmalıydı. Elə A variantı %100 tabii ki, cavabımızdır. Növbəti sual baxaq. 14-cü sual əvvəllər belə bir forma, belə bir sual tipi düşüb qəbula. Düzdür, sual dəyişdi, bir hal-hazırda dəyişmişik sualı. Amma bunun 5, yəni kvadrat vurulsun 5-i belə bir forma düşmüşdü qəbula. Belə suallarda biz nə edirik? Bizdə həmişə yad saxlayın. Minimum, maksimum hər hansı belə bir şey soruşursa, birbaşa cavabları qoyub yerinə alandan sonra dərhal götürüb seçməyin cavabı. Əgər maksimum, minimum verirsə, yadda saxlayın. Sualın 2-3 dənə cavabı var, yəni. Əgər maksimum, minimum söhbətini gördünüzsə, onun 2-3 dənə cavabı var. Maksimum deyirsə, siz burada elə qiymətlər qoymalısınız ki, maksimum olsun. Və bu arada yadda saxlayın. Fiqurlar tam ədədlər ifadə edirsə, əgər desə ki, fiqurlar müsbət tam ədədləri ifadə edirsə, artıq orada sıfır olmayacaq. Çünki müsbət tam ədəd nə deməkdir? Sıfır nə müsbətdir, nə mənfidir. Bunu bilirsiniz, neytraldır. Müsbət tam ədədlər bunlardır. 1, 2, 3 bunlar. Müsbət. Mənfi yox. Normalda tam ədədlər mənfi 3, mənfi 5 ola bilər. Amma müsbət tam ədədlər bunlardır. 1, 2, 3, 4 və axıra kimi. Sıfır sayılmır. Amma bu tam ədədlər şərtini veribsə, tam ədədlərə artıq bunlar aid. Sıfır da aid ola bilər. Düzdür, mənfisi də aid ola bilər, müsbət də aid ola bilər, amma sıfır da aid ola bilər. Təbii ki, mən burada mənfi qoymayacağam. Mənə maksimum deyirsə, təbii ki, mən bilirəm ki, fiqurlar müsbət olmalıdır. Mənfi olsa mənə sərf eləməz. Düzdürmü? Ona görə müsbət qoyacağıq və sıfır da olacaq orada bu arada. Çünki tam ədədlər içərisində sıfır da var. Siz burada normalda belə edə bilərdiniz. Kvadrata 6 verərdiniz. 6 vur 6. Aha, burada nə qəşəng. Kvadrata 6 düşdü. 6 vur 6, 36. 6-nın kvadratı 36. Burada da kvadrata götürüb 6 qoysam, romba 2 düşəcək. Romba 2 qoysam dairəyə 1 düşəcək. 2 çıx 1, 1. Görürsünüz, hər şey əla qaydasında alınır. Amma tələsmirsiniz.
Burada əgər qoysaz yerinə, kvadratın yerinə 6, rombun yerinə 2 qoysaz, dairənin də yerinə 1 qoysaz və görərsiniz ki, cavab 9 edir. Elə sevinib A variantını götürmək lazım deyil. Çünki bunun maksimum bir cavabı da olacaq təbii ki. Yəni də variantda görürsünüz 9 balacalardandır. Siz başqa kvadrat, yəni bu cavabı aldınız, əla, tamam. 9 aldınız, 9 ola bilər. Amma maksimum soruşuraq. Başqa bir ədədlər düşünün. Kvadratın yerinə başqa nə ola bilər? Düşünə gələ 1, 2, 3, 4 olmur. Aha, 0 versən bəs nə olur? 0 verəndə həqiqətən 0 vurulsun 6, 0 verir. Kvadratın da yerinə burada 0 qoysam, 0-ın kvadratı yenə 0 verir mənə. O zaman şərt ödədir. Burada kvadratın yerinə 0 qoyanda artıq romb 8 olacaq. Rombun da yerinə 8 qoyanda dairənin qiyməti 7 olacaq. Və burada artıq ikinci qiymətləri qırmızı ilə qoyacağım. Görərsiniz ki, həqiqətən də artıq cavab fərqli bir cavab verir. Kvadratın qiyməti 0 olanda həqiqətən çox maksimum bir ədədə alırıq biz. Kvadrat bizdə, yəni daha doğrusu romb bizdə 8-dir, dairə bizdə 7-dir və cəm 15. Yəni belə suallar qəbula salırlar. Bir fiqurun qiymətini biraz azaldıb maksimum bir şeyi ala bilirik. Görürsünüz? Kvadratın qiyməti 6 olanda maksimum cəm almıram. Amma kvadratın qiymətini hətta 0-a indirəndə maksimum cəmi alıram burada. Cavab da oldu 15. Növbəti sualımız belə bir 15-ci sualdır. Yəni anaqramla bağlıdır. Belə bir anaqramlarda çalışın yadda saxlayın. Burada məsələn deməli hepatoloq var burada məsələn. Hepatoloq da ciyər həkimidir səhv eləmirəmsə. Bunu da yadda saxlaya bilərsiniz. Yəni belə bir söz. Yəni ola bilər ki, əlavə eləsinlər orada anaqramda görə bilərsiniz sabah kimi tanıdır. Yəni hər şey ola bilər. Bu oftalmoloqdur, göz həkimidir. Bu meteoroloqdur, iqlimlə maraqlanan adamdır, iqlimi yəni araşdıran. Meteoroloq təbii ki, həkim deyil. Bu kardioloqdur, ürək həkimidir. Bu uroloqdur. Bu da hepatoloqdur. Vəssalam. Bu da oftalmoloqdur. Gördünüz, hamı həkimdir, C isə həkimdir. Gəldik növbəti sualımıza. Bu çay məsələsi, çay qəhvə məsələsi. Gəlin elə bu sualın həllinə baxaq. Ondan sonra da bizim yerdə qalır iki sualımız. Kombinatorika sualı qalır, bir də belə bir sual. Hər ikisi kombinatorikaya aiddir. Yəni faktorialdan istifadə olunur. Deməli, bu 10-cu, 19-cu suala buna oxşar sual düşmüşdü əslində qalsam, emin sınavında 2025 bu il yanvarda. Düşə bilər əslində qalsa, verə bilərlər orada, amma böyük ehtimalla düşünürəm ki, karandaşlarla bağlı sual düşəcək. Ya cədvəl formasında, ya belə bir formada karandaş sual düşünürəm ki, düşə bilər. Bunun da təbii ki, indi izahına birazdan baxacağıq. Keçək bu çay məsələsini izah edeyim. Bu da riskli bir sualdır. Gəlin bu sualın həllinə baxaq. Burada siz özünüzdən sistemi qurmalısınız, yəni. Yəni əslində qalsa biraz o qədər çətin sual deyil, sadəcə öyrəşməlisiniz suala. Yəni formasını bilməlisiniz ki, belə bir sual düşsə necə yazacağam, necə eləmək lazımdır. 25 nəfərlik qrupun tələbələrin yarısının azı. 25-in yarısından azı nə deməkdir? 12,5 yarısıdır. Onun da azı. Yəni 12 nəfər, 11 nəfər, 10 nəfər belə. Və çay məsələsində belə çıxır ki, mən 12-ni yoxlaya bilərəm orada, 11 nəfəri yoxlaya bilərəm, 10 nəfəri məsələn belə yoxlayacağam. Şimdi gəlin biz başlayaq elə 12-dən başlamaq. Yəni 12-dən böyük çay verə bilmərəm tələbələrə. Biz burada çay içənlər, yəni fikir versiniz çay içənlər, şəkərsiz qəhvə içənlər, şəkərli qəhvə içənlər, yəni qarışdırıcı bir şeylər var. Siz ancaq şəkərli çay kimi, belə bir anlayış kimi baxsaz suala orada çətinlik çəkərsiniz. Ona görə siz bunu hərflərlə işarə edə bilərsiniz. Məsələn, çay içən olsun məndə A, çay içən olsun A, qəhvə içən olsun məsələn B. Bundan sonra nə qaldı orada? Əlavə olaraq burada şəkərli çay, şəkərsiz çay. Şəkərli qəhvə, şəkərsiz qəhvə. Belə şeylər var orada. Onları da ayıracağıq təbii ki. Burada deyir ki, çay içənlərin sayı qəhvə içənlərin sayından azdır. Çay içənlər A-dır, qəhvə içənlərdən bu qəhvədə. Qəhvə içənlərdən nədir? Azdır. Yəni A kiçidir B-dən. Yazıram bura. A kiçidir B. Şərti yadda saxlayırsınız. Sonra başqa nə var burada? Şəkərsiz qəhvə içənlərin sayı. Baxın, bu şəkərli qəhvə, şəkərsiz qəhvəni də biz gəlin ayırd edək. Məsələn, şəkərli çay var. Şəkərli. Şəkərli Ç nöqtə. Bu olsun məsələn C. Şsiz. Artıq bilirsiniz ki, şsiz yəni şəkərsiz deməkdir. Yerə bura şli yazaydım. Şəkərsiz. Şəkərsiz nə oldu? Şəkərsiz çay. Bu isə olsun D. Bunun hərfi olsun D. Şəkərsiz çay olsun bizdə D. Sonra orada nə qaldı bizdə? Şəkərli qəhvə. Bu olsun məsələn E. Bir də şəkərsiz. Yəni şəkərsiz deməkdir. Qəhvə olsun. E-dən sonra başqa hansı hərf olsun? F olsun. Tamam. Bunları da yazırsınız şərtlərə. Burada deyir ki, şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından azdır. Şəkərsiz qəhvə içənlərin sayı şəkərli qəhvə içənlərin sayından azdır. Şəkərsiz qəhvə azdır, düzdür? Şəkərsiz qəhvə hardaydı bizə? Bax burada şəkərsiz qəhvə. Yəni F. Azdır nədən? E-dən. Öz deyir orada. Baxın ikinci cümləyə. Şəkərsiz qəhvə içənlərin sayı şəkərsiz qəhvə F-dır.
Şekersiz qəhvə içənlərin sayı şekerli qəhvə içənlərin sayından azdır. F yəni edən azdır, düzdür? Buraya yazıram. F kiçikdir edən. Şekersiz qəhvə kiçikdir şekerli qəhvədən. Tamam. F kiçikdir E yazdım. Şekersiz çay içənlərin sayı şekerli çay içənlərin sayından çoxdur. Şekersiz çay. Şekersiz çay çoxdur. Düzdür? Şekersiz çay içənlərin sayı şekerli çay içənlərin sayından çoxdur. Şekersiz çay baba D C'den çox deyil. O zaman belə yaza bilərəm. C kiçik D. Onsuz da D C'den çoxdur. Ona görə C kiçik D yazdım. Tamam, bu da getdi. Şekersiz qəhvə, şekerli qəhvə, şekersiz çay və şekerli çay içənlərin sayıları müxtəlifdir. Hamısı sıfırdan fərqlidir. Bizə demir ki, çayla qəhvə içənlər müxtəlifdir və yaxud çay içənlərlə şekerli qəhvə içənlər müxtəlifdir. Yəni demir ki, burada A ilə F müxtəlifdir. Deyir ki, bu CDF var ama bunlar. Bunlar hamısı bir-birindən fərqlidir. Bu CDF-yə aiddir. CDF-yə və bunlara aiddir. Bunlar hamısı bir-birindən fərqlidir və sıfırdan fərqlidir. Və şəkərsiz içki içənlərin cəmi sayı cütdür. Şəkərsiz içki hansıdır bizdə? Şəkərsiz içki bizdə baxın bax budur. D-dir, D. D. Və gələk bir də şəkərsiz qəhvə. Şəkərsiz içki bu olur da. Şəkərsiz çay içəndən şəkərsiz qəhvə. Yəni D ilə F-nin cəmi nə olur bizdə? Cüt olur. Və bunda yad saxlayırsınız. İndi gəlin biz bunun sistemini quraq, necə həll edə bilərik, necə rahat olsun bizə. Bunu daha sadə formada, yəni belə hani təbii ki özümüz üçün ayırd edəndən sonra bura bilirik ki 12. 12 nəfər əgər qrupda tələbə, yəni bu alternativli sualdır da. Siz bunun bütün alternativləri yazmalısınız ki, artıq burada ehtimallar söhbəti var. Gəlin biz belə edək. 12 nəfəri götürəndə özümüz üçün bir dənə sistem quraq. Məsələn, biz bilirik ki 12 olanda A kiçik B, yəni çay içənlər azdır B-dən. Və burada biz çay içənlər A var. Nəyə bərabərdir? Bax, buraya yazmalıyım. A bərabər nəyə? Çay içənlər nəyə ayrılır? Şəkərli çay və şəkərsiz çay içənlərə. Şəkərli çay və şəkərsiz çay hansılarıdır bizdə? C ilə D-nin cəmidir. A bərabərdir, siz nə yazacağım? C plus D yazacağım. Hansı onlardan balaca? C balaca, D böyük deyil. C balaca da onu birinci yerə yazacağım. Bax, C üstü edir. Özünüz üçün belə rahat bir qayda özünüz üçün tətbiq edə bilərsiniz. Hər hansı sualdan asılı olmayaraq. Sizə rahat olsun. Və bura qayda niyə baxım ki? Özüm yadda saxlayıram ki, birinci balaca yazdım. C ilə D. C balaca D-dən. B-ni də elə o qayda yazdım. B-nin qiyməti nəyə bərabərdir? Qəhvə içənlər. Şəkərli qəhvə ilə şəkərsiz qəhvə. Yəni E ilə F-nin cəminə bərabərdir. F edən balaca olduğuna görə F-ni birinci yerdə yazacağım. F üstəgələ E gördünüzmü? Artıq mən bura baxmağa ehtiyacım yoxdur. Mən çünki bilirəm ki, mən belə bir özüm üçün sistem qurmuşam. S balacadır dedən. F balacadır edən bir dənə şeyi yad saxlayırsınız. B ilə F-nin cəmi cüt olmalıdır. Bax, F ilə də var, bax F-dir. Bunlar nə olmalıdır? Cüt olmalıdır. Все qutardı getdi. Bu qədər sadə. Ondan sonra başlayırsınız alternativləri düzməyə, yazmağa. 12 desəcəm. Buraya yazıram A kiçik B-dən. Şu yuxarıda vermişdik A kiçik B-dən. Siz A-ya götürüb 1-2 verə bilməzsiniz. Mümkün deyil. Çünki A-ya siz 1 verirsiniz. Bizə bayaq demişdik. Şəkərsiz qəhvə, yəni CDF bir-birindən fərqli və sıfırdan fərqlidir. Siz CD-yə əgər bir-birindən fərqli və sıfırdan fərqli verirsinizsə, o zaman 1 və 2 verə bilərsiniz ən minimumu. Ona görə A-nın qiyməti minimum 3 ola bilər. 3-dən balaca ola bilməz. Ona görə alternativlərə gəlin baxaq. 3 kiçikdir, o zaman B 9 olacaq. A-nın qiyməti 4 olanda B-nin qiyməti 8 olacaq. A-nın qiyməti 5 olanda B-nin qiyməti 7 olacaq. Artıq A-nın qiyməti 6 ola bilmir. Çünki 6 kiçik deyil 6-dan. Həmişə B böyük olmalıdır adam. Yox, 3 dənə alternativ var bax bu şərt üçün. İndi gəlin bunları biz yazaq burada. Elə qiymətlər verməliyik ki, alınsın. A-ya biz burada normalda 3-dürsə, bunu götürəcəksə biz məlum məsələ C-yə 1 verərik. C balaca da D-dən yadınızdadırsa, mən birinci bura balacaları yazdım, D böyükdür. F balaca, E böyükdür. Yəni E F-dən böyükdür, D də C-dən böyükdür. Belə yazdım ki, daha bura bir-bir baxmayaq. O zaman buraya yaza bilərəm 1 üstə gələk 2, tamam, belə yazıram. O zaman F ilə N-in cəminə yazmalıyam. Yəni bu A-nın qiyməti 3 olanda B-nin qiyməti nə olur? Bu A-nın qiyməti. Görürsünüz? A-nın qiyməti C-dir. B-nin qiyməti o zaman nə olacaq? F ilə N-in cəmi. O zaman 9 olacaq. Çünki bunu bu alternatifi götürürəm. B-nin qiyməti 9 olmalıdır və biz elə eləməliyik ki, F ilə D var. Bax bu. Buradakı rəqəmlə buradakı rəqəm. F ilə D cəmi cüt olmalıdır. 1 verə bilmərəm, çünki təkrarlanır. 2 də verə bilmərəm. 3 versəm, məsələn, F-nin yerinə götürüb 3 yazsam, 3 üstə gələk. Məsələn, B-nin qiyməti 9 olmalı deyil, 6. Artıq 3-dən 2-nin cəmi tək olacaq. Görürsünüz, bizə lazımdır F ilə D-nin cəmi nə olsun? Cüt olmalıdır, bayaq yadınızdadırsa. Ona görə bunu bir dəfə yoxladım ki, tam yadınızda qalsın. Daha yoxlamayacağım elə. Birbaşa qiymətləri yazacağım. Yəni artıq biz bilirik ki, bura birinci yerə mən 3 yaza bilmərəm. Hansı ədədi yazacağım o zaman? Təbii ki, 4-ü yaza bilərəm artıq. 4 yazsam, üstə gələk 5. Gördünüzmü? Həqiqətən 4, üstə gələk 2 bizə verdi 3 ədədi. Və bu alternativ ödədir. Artıq mən 3-ü bilirəm ki, 1 plus 2 kimi yazıla bilər. Artıq başqa alternativ yoxdur. Bu 4-ü artırıb 5 elə bilmərəm artıq. Çünki F balaca olmalıdır bundan. Bu oldu bir dənə alternativ. Tamam, bu getdi, bu hazır. Yaxşı, bu alternativi yoxlasaq. 4 yenə 2 ola bilməz, ancaq 1-3 ola bilər 4. Yəni A-nın qiyməti 4-dür bu arada. A 4 görürsünüz.
Buraya yazıram 1 üstə gələk 4. Yəni senin qiyməti 1, D'nin qiyməti 4 yazdım. Gördünüz mü? Burada da həmçinin senin qiyməti 1 yazdım, D'nin yerinə 4 yazdım. A oldu 5. Burada da biz onu yoxlasaq 8 olmalıdır artıq. Yəni A-nın qiyməti 4 olanda B-nin qiyməti 8 olmalıdır. Biz burada B-nin qiymətinə nə verə bilərik ki, mütləq alınsın. B-nin qiyməti baxın 1 ola bilər, ola bilməz. Aha, 2 ola bilər də, əla. 2 versəm üstə gələk 6 verirəm və heç bir rəqəm təkrarlanmır. 1, 4, 2, 6 və hər şey qaydasındadır fikir versək. Yəni bizdə burada 2 ilə 4-ün cəmi 6 olur. Görürsüz? Cüt verir bizə f ilə də. Əla, ödədi. Yaxşı, bəs buna 1 plus 4. Yəni üçüncüyə keçmirəm, amma o 5, 7-yə keçmirəm. Hələ buradayım. 1 plus 4 buna yazanda bəs. Hələ bunun 2 plus, hə, başqası yoxdur, 1 plus 4-ünü yoxlayıram hələ ki. Bəs buna 1 plus 4 verəndə başqa bir rəqəmlər bəlkə burada dəyişə bilər yerini. Yəni nəsə verə bilərəm. 3 verə bilmərəm artıq. Bunu dəyişərəm də, bunları dəyişmək istəyirəm. Götürüb mən nə verə bilərəm? 4, 4 verə bilmərəm ki, görüm ki, alınmır heç cürə. Yəni bunu nə qədər artırsanız alınan deyil. Bu balaca olmalı, bu böyük olmalıdır. Yəni f ilə nə? Ona görə başqa artıq bunun alternativi yoxdur. Bu da hazır. 5 kiçikdir 7-ni gəlin indi yoxlayaq. Buranı silirəm. 5 kiçikdir 7-ni yoxlayıram o zaman. Görürsünüz necə rahatdır. Sistemi qurandan sonra çox sadədir. O zaman 5 etdi. A-nın qiyməti 5-dirsə 1 plus 4 yazıram. Görürsünüz? C-nin qiyməti 1-dir, D-nin qiyməti 4-dür. A-nın da cəmi görürsünüz 5-dir. A 5 olanda B 7 olur. B-nin də qiyməti 7 olmalıdır. Bura nə verə bilərəm sizcə? Düşünürəm, görüm nə verə bilərəm. Aha, 2, 5 versəm olmazmı? Əla, nə qəşəng ödədi. Gördünüz nə qəşəng alındı. Həqiqətən də B bərabərdir 2 plus 5. F-in qiyməti 2-dir, E-nin qiyməti 5-dir və heç bir şey təkrarlanmadı. Burada bu bir dənə alternativdir, bu bir dənə alternativdir, bu bir alternativdir. A-nın qiyməti 3 olanda, B-nin qiyməti məsələn 9 olanda görürsünüz. Bu bir dənə alternativ, bu bir dənə alternativ, bu da bir dənə. Görürsünüz, alınır. Artıq siz qiyməti dəyişə bilməzsiniz. Yəni götürüb 4 verə bilməzsiniz artıq buna. 3 falan verə bilməzsiniz. 3 versəz tək olur. Bu f ilə d-nin cəmi yadınızdadsa tək yox, cüt olmalıydı. Bunu 1 plus 4-ü götürüb dəyişə bilərdiniz normalda. 2 plus 3 kimi də yaza bilərdiniz. Amma 2 plus 3 yazanda fikir versiniz alınan deyil. Çünki bura 7 olmalıdır axı bunların cəmi. Bu 5-i götürüb 1, 4 kimi yox, 2 plus 3 kimi yazanda da görüm dəyişə bilirəmmi rəqəmləri. Buna verə bilərdim 1, 6. Əslində qalsa ödəyə bilər. B-nin qiyməti 7 ola bilərdi. Deməli, bizdə nə ola bilər? 1, 1,6 ola bilər bizdə B-nin qiyməti. Bir dənə yoxlayaq bunu. B-nin qiyməti 1, 6. Əslində qalsa 1,6 da ödəyə bilər. Biz nə isə burada 2 dəfə yazdıq mı, yoxsa necə? 1 plus 4, 2 plus 6, burada ödəyir, burada da ödəyir, hər şey qaydasındadır. Burada da ödəyir, əla. Burada da ödədi bizdə. 7 olanda bu olurdu 5. Bu 8 olanda bu olurdu. Aha, burada biraz səhv eləmişim. Deyirəm də burada 3-dən alternativ olmalıdır. Burada bizdə səhvlik olur. Bunu görürsünüz. 1 plus üstə gələ 4 var, bu hissə. Bu 1 plus 4 olanda, bu A-nın qiyməti 5 olanda fikir versək. A-nın qiyməti 5 olanda nə olmalıdır bizdə? Deməli, B-nin qiyməti. B-nin qiyməti bizdə 7 olmalıdır. Ha, bu fikir versiniz, bura 2, 6 yox, 8 düşür burada. Bu 2 plus nə olmalıdır? 5 olmalıydı əslində. Hətta bu, əslində bu alternativi düz yazmışam. Sadəcə burada bizdən 2 üstə gələk nə olacaq? 4 olacaq. 5 olacaq daha doğrusu. Çünki B-nin qiyməti burada 8 olmalı. Düzdür. Bir də yoxlayaq bunu. Aha. Deməli biz burada 1 plus 4 verdik buna. Düzdür. Deməli, burada bir dənə hissədə səhv eləmişik deyəsən. 4 kiçili 8-i yoxlayanda, və bu hissəni yoxlayanda. Bura normalda 1 plus 3 yazmalıydım, düzdür. Gəlin strikt əvvələ qaydaq, tam qarşılığı olmasın. Bu hissə düzdür, alınır, bura düzdür əslində qalsın. Elə biz bir dənə orta hissəni siləyik, bura qalsın, çünki bura alınır da bizdən. Biz burada 5-i yoxluyorduk, A-nın qiyməti 5 olanda B-nin qiyməti 7 olurdu. Və bu hissəni biz yoxluyorduk, hər şey qaydasındadır burada. Bir dənə burada uyğunsuzluq oldu. Gəlin biz bu hissəni bir dənə silək və həmin alternativi təzədən yoxlayaq. Bunun səhv eləmirəmsə 3 dənə alternativ olmalı idi. Bir dənə bu hissəni yoxlayaq. Deməli, baxın, burada biz götürsək, bu hissəni, birinci bu hissəyə qayıdıram, bu 4 kiçidir 8-i. A-nın qiyməti 4 olanda 1 plus 3 ola bilər, düzdür, 1, üstə gələk 3, düzdür. O zaman B-nin qiyməti 8 olmalıdır axı burada. B-nin qiyməti necə 8 ola bilər? 1 verə bilmərəm, 2 verə bilmərəm, düzdürmü bu hissəyə? 2 verərəm çünki tək olar. 3 də versəm təkrarlanır, 4 də verə bilmərəm. Artıq görürsünüz, bu hissə alınmır. Ümumiyyətlə, bunun alternativi yoxdur, gördünüzmü? Bu hissənin alternativi yox idi. Alınmadı bu hissə. Biz bu hissəni tapdıq. Bu 5 kiçili 7-dən aldıq. Düzdür? 1 plus 4. A-ya verdim 1 və 4-ü. O zaman C-nin qiyməti 1 oldu. D-nin qiyməti 4 oldu. 1 üstə gələk 4. Bura alınır. Və o zaman B-nin qiyməti 7 olmalı. Görürsünüz, F ilə N-in cəmi 7 olmalı. Və fikir versə heç bir şey təkrarlanmır və 2 ilə 4-ün cəmi görürsünüz, əla, ödəyir. F ilə D-nin cəmi nə olmalıdır? Cüt olmalıdır. Bu da ödəyir. Bir də bizdə bu hissədə ödəyəcək. Baxın, 7. Yəni biz bu 1 plus 4-ü dəyişəndə 2 plus 3 olurdu. Belə bir yaza bilərəm. A-nın qiyməti 5 olanda, B-nin qiyməti 7 olanda belə də yaza bilərəm. 1, 4-dən əlavə 2, 3 kimi də yaza bilərəm A-nın qiyməti. 2 plus 3. Burada da 1 plus 6 verəcəm. Fikir verin. Yəni B-nin qiyməti 7 olmalı. Görürsünüz, ödədi. Yəni fikir verin.
P ilə D-nin cəmi görürsünüz hardadır? 1 ilə 3-ün yerindədir. Görürsünüz? Əla. Ödədir. Bu da oldu 3 dənə alternativ. Artıq siz başqa alternativ tapa bilməzsiniz təbii ki. Bu 12. Tələbə sayı 12 olanda 3 dənə alternativ ödəyir. Başqa alternativlər yoxdur. Keçirəm də eyni qaydanı 11 üçün tətbiq edirəm. Baxın yazıram bura 11. Düzdür? Bura yenə həmin şeyləri, şərtləri yazırsınız. Yəni biraz tam başa düşəndən sonra sadədir, çətin deyil. A bərabər C üstə gələ D. Bunu yazıram. Elə həmin şeyləri təkrar yazıram. A üstə, C üstə gələ D. Bu hissəni. B bərabərdir F üstə gələ E. Və bu hissəni olduğu kimi yazıram. B bərabərdir F üstə gələ E. Bu qalsın. Şimdi biz bu 11 olanda yenə alternativləri gəlin düzey bir formada A kiçikdir B-dən bilirik. Məlum məsələ. Yəni çay içənlər kiçikdir qəhvə içənlərdən. Biz bilirik ki, A-nın qiyməti minimum bayaq tapmışdıq. 3 ola bilərdi. Çünki biz burada C ilə D-nin cəmi 1 və 2, ən maksimumu, ən minimumu daha doğrusu 3 ola bilərdi. Ona görə A-nın qiyməti 3 olanda B-nin qiyməti 8 olacaq. O zaman A-nın qiyməti bəs 5 olan nə olacaq? B-nin qiyməti 6 olacaq. Cəmi bu 3 dənə alternativ yoxlayarsınız və görərsiniz ki, heç biri ödəmir. Gəlin yoxlayaq. A-nın qiyməti 3 olanda. O zaman C-yə mən götürüb 1 verərəm, D-yə götürüb 2 verərəm. O zaman B-nin qiyməti 8 olacaq. Yəqin görürsünüz. A-nın qiyməti 3 olanda B-nin qiyməti 8 olur. Bu B-nin qiyməti F ilə N-in cəmi 8 olmalıdır. Biz nə verə bilərik sizcə bunlara? 1, 2 verə bilmirik. 3 verə bilərik? Yox. Baxın, alınmır. 3 versəz, F ilə D-nin cəmi yadınızdadsa cüt olmalıdır. 3 verə bilməzsiniz bu hissəyə. 4 versəz, məlum məsələ bura 4 versəz, götürüb yenə burada 4 yazmalısınız. Çünki B-nin qiyməti 8 olmalıdır axı. F də 4, E də 4 ola bilər? Yox. Təbii ki, balaca olmalıdır E-dən. Yadınızdadsa biz birinciləri balaca yazdıq. B böyükdür C-dən, E böyükdür F-dən. Yəni qayıdıb orada yuxarıdakı şərtə baxmayaq deyə. O zaman biz gördük ki, 3 kiçik 8 ödəmir heç cürə. O zaman biz götürüb 4 kiçili 7-ni yoxlayacağıq o zaman. Bu hissəni silirsiniz. 4 kiçili 7-ni yoxlasam, A-nın qiyməti nə olacaq? 1 üstə görə 3 olmalıdır. A-nın qiyməti 1, C oldu, D oldu 3 gördünüz. Bu hissəni yoxlayıram hal-hazırda. Tamam. O zaman B-nin qiyməti 7 olmalıdırsa, nə verə bilərəm orada? 3 verə bilmərəm, 1 verə bilmərəm, 2 də verə bilmərəm. Görürsünüz? P-nin yerinə götürüb 2 yazsam alınan deyil. Tək alınacaq. 3 versəm təkrarlanır. 4 versəm 4 üstə 3 olur, yox, təkrar alınan deyil. Həm də ki, F balaca olmalıdır edən, bilirsiniz. Bu alternativ də ödəmədir. O zaman keçirəm 5 kiçikdir 6-ya. 5 kiçikdir 6-ya yoxlayacağım indi. Buranı silirəm. 5 kiçikdir 6-nı yoxlayacağım və salam. O zaman 5 6-nı yoxlayanda A-nın qiyməti 5 olanda 1 üstə görə 4 ola bilərdi və B-nin qiyməti 6-dır axı bizdə. B-yə nə verəcəm? 2 versəm 4 gələcəm, alınmaz. 3 versəm alınan deyil. Görürsünüz, heç cür alınan deyil. Yəni yoxlasaz da özünüz. Ona görə 1 plus 4-ü dəyişəcəm. Nə edəcəm onu? 2 plus 3 kimi yazacağam. Yəni, burada ödəməlidir. 2 üstə gələ 3 kimi yazsam bu A-nın qiymətini. C-nin qiyməti 2, D-nin qiyməti 3. O zaman bizdə artıq bu hissə ödəyir. P-nin qiyməti 1 olacaq. E-nin qiyməti 5 olacaq. Gördünüz? A-nın qiyməti 5 olanda A-nın qiyməti, B-nin qiyməti 6 olur. Həqiqətən də bu ödədir. P ilə D-nin cəmi görürsünüz, cüt verir. Heç bir şey təkrarlamadı. Və fikir versək, metod başqa alınan deyil. Bunu artırsanız alınan deyil. Yəni, özünüzə yoxlaya bilərsiniz. Fikir versiniz 11 üçün tələbə sayı 11 olanda kafedə. Bir dənə şərt güclə tapdıq. Yəni, bir dənə şərt alınandır. Artıq siz burada götürüb onu yoxlamaya da bilərsiniz. Yəni, onda alınan deyil. Çünki 11-də bir dənəsi güclə alındı. Yəni, onda təbii ki, ədədlər biraz da balacalaşacaq və orada alternativ olmayacaq. Və təbii ki, 11 və 12 tələbə olanda bu sual ödəyir. Yəni, sırf bu sual. Ona görə biz baxsaq, keçə bilərik birbaşa şərtlərə. Deyir ki, şəkərsiz çay içənlərin sayı 2-dirsə. Şəkərsiz çay içənlər bizdə hansı idi baba? Şəkərsiz çay içənlər. Şəkərsiz çay içənlər bizdə bu D deyir. Şəkərsiz çay buradadır da. Yəni D deyir ki, D bərabər 2 olarsa, şəkərli qəhvə içənlərin sayı neçədir? Şəkərli qəhvə bizdə hansı idi bax? Şəkərli qəhvə. E-dir, görürsünüz? Şəkərli qəhvə içənlərin sayı nə qədər? Şəkərli qəhvə deyir ki, N-i tap. Yəni D-nin qiyməti 2 olanda N-i tap deyir. Sual içərisində. D-nin qiyməti burada baba bu alternativdə D-nin qiyməti 2 idi, görürsünüz? D-nin qiyməti 2-dirsə, E-nin qiyməti nə olur? E-nin qiyməti buradadır, 5 olur. Cavab oldu burada A variantı. Keçdim 17-yə məsələn. Aşağıdakılardan hansının ehtimalı azdır? Bunları bir-bir ehtimallarını yazmalısınız. Məsələn, baxın bir A variantı. Şəkərli çay içən bir nəfərdir. Bax, şəkərli çay bizdə neçə nəfərdir? Baba, şəkərli çayın daha doğrusu hərfini tapaq. Şəkərli çay bizdə burada C-dir deyir. Deyir ki, C 1-dir deyir. Baxın, C bizdə burada 1-dir. Burada C yenə 1-dir. Burada C 2-dir, görürsünüz? Burada da C 2-dir. C bir nəfər neçə yerdə ödədi? Baxın, şəkərli çay C-də. C neçə yerdə bir ödəyir? Bir dənə bu yerdə ödəyir, bir də bu yerdə ödəyir. Bu alternativ səhv edir.
Bir də bu yerdə ödəyir. Yəni iki dənə yerdə C-nin qiyməti 1 ödəyirsə, deməli bunun ehtimalı 2-dir. Bura 2 yaza bilərəm. B variantına baxıram. Kafedəki tələbələrin sayı 12-dir. Kafedəki tələbələrin sayı neçə alternativdə 12 idi? 1 alternativdə, 2 alternativdə, 3 alternativdə. Deməli, tələbələrin sayı 12 olanda kafe 3 alternativ ödəyir. Ona görə ehtimal 3 olur. C variantı. Qəhvə içənlərin sayı 7-dir. Qəhvə içənləri axtarırsınız burada. Qəhvə içənlər var. Qəhvə içənlər. Bir hansıdır? B-dir. B-nin qiymətinə baxın. B-nin qiyməti F ilə N-in cəmidir. Bizə deyir ki, qəhvə içənlər B, yəni 7 olmalıdır. Baxın, burada B-nin qiyməti 9-dur, görürsünüz, 4 ilə 5-in cəmi. Burada B-nin qiyməti 7-dir. Burada da B-nin qiyməti 7-dir, görürsünüz, yəni. F ilə N-in cəmi bizim B-nin qiyməti, qəhvə içənlərin sayıdır. Burada 7-dir, burada 7. Burada 6-dır. Neçə dənə yerdə 7 oldu? 2 dənə yerdə. Deməli, C-nin ehtimalı 2 dənədir. B variantı. Şəkərli qəhvə içənlərin sayı 5-dir. Şəkərli qəhvə axtarım. Şəkərli qəhvə bizdə hansı idi? Baba, şəkərli qəhvə, bax buradadır bizdə. E-dir yəni. Deyir ki, burada şəkərli qəhvə E-nin qiyməti deyir ki 5-dir. Tamam, baxaq. E-nin qiyməti burada 5-dir, əla. Burada da 5-dir, əla. Burada da 5-dir, fikir verin. 3 dənə yerdə şəkərli qəhvə, yəni E-nin qiyməti 5 oldu. Bunun alternatifi oldu 3. E variantına baxıram. Şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Baxın, şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Şəkərsiz qəhvəni axtarın burada. Şəkərsiz qəhvə bizdə F-dır. F-nin qiymətindən söhbət gedir. Deyir ki, F-nin qiyməti burada 2-dir. F-nin qiyməti baxın burada 2 deyil. Bir dənə burada 2-dir, görürsünüz? F-nin qiyməti bir dənə burada 2-dir. Burada F-nin qiyməti 2-dir, burada deyil. Fikir versək, bir dənə yerdə F-nin qiyməti 2-dir. Ona görə bunun bir dənə alternatifi var. Yəni bir dənə ehtimal var. Hansı ehtimal daha az oldu? Baxın elə, təbii ki, E variantı ehtimal daha azdır. Növbəti sualımız aşağıdakı mülahizələrdən hansı mütləq doğrudur? Mütləq doğru bir siz nədir? %100 bir dənə cavab var onun. Mütləq doğru budur. Yəni bu da ola bilər, bu da ola bilər, teması deyil. Mütləq doğru olan variantı seçməliyik. Aşağıdakı mülahizələrdən hansı mütləq doğrudur? Çay içənlərin sayı təkdir. Çay içənlər bizdə A-dır. Çay içənlərə baxın təkdir burada 3-dür. Bəli, təkdir. Burada 5-dir. Təkdir. Burada da 5-dir. Görürsünüz təkdir. Çay içənlər bizdə C ilə denəcəkmi daxil? Görür 3-dür, 5-dir, 5-dir, burada 5-dir. Həqiqətən təkdir. Burada olacaq A variantı. Gəlin istəyirsiniz digər variantları yoxlayaq. Şəkərsiz qəhvə içənlərin sayı cütdür. Şəkərsiz qəhvə içənlərin sayı cütdür. Şəkərsiz qəhvə bizdə nə idi? Bax, şəkərsiz qəhvə F idi. Deyir ki, F-nin qiyməti cütdür deyir. Tamam, gəlin baxaq. F-nin qiyməti burada cütdür. Burada cütdür, amma F-nin qiyməti bax, bu hissədə təkdir. Burada da təkdir. Bir dənə yerdə belə tək olursa səhvdir. Kafedəki tələbələrin sayı təkdir. Xeyr. 11 də olur, 12 də olur. Şəkərli içki içənlərin cəmi sayı cüt ədəddir. Şəkərli içki içənlər cəmi sayı cütdür. Şəkərli içki bizdə nədir? C ilə E-nin cəmi. C ilə E-nin cəmi düzdür, şəkərli. C üstə gərək E, düzdürmü? C ilə E bizdə şəkərlidir. Deyir ki, C ilə N-in cəmi nədir bizdə? Cüt olmalı. Tamam, gəlin baxaq. C ilə E bizdə bax buradadır. Görürsünüz yəqin ki. Cütdür, cütdür, yenə cütdür. Amma burada baxın, təkdir artıq. C ilə N-in cəmi görürsünüz. 7 oldu. Yəni bir dənə yerdə tək yer olur. Ona görə mütləq doğrudur. E variantı. Şəkərli qəhvə içənlərin sayı təkdir. Şəkərli qəhvə içənlərin sayı təkdir. Şəkərli qəhvə baxın bizdə nədir? E-dir. Görürsünüz? Deyir ki, E-nin qiyməti, daha doğrusu burada yox, burada. Deyir ki, şəkərli qəhvə içənlərin sayı təkdir. Şəkərli qəhvə bizdə E-dir. Görək təkdirmi? Görə təkdir yoxsa yox. Eyni qiyməti. Burada təkdir, burada təkdir, amma burada cütdür. Bir dənə burada təkdir. Amma bir dənə yerdə cüt var. Ona görə şəkərli qəhvə içənlərin sayı həm tək ola bilər, həm cüt ola bilər. Ona görə mütləq doğru deyil. Təbii ki, burada mütləq doğru A variantı idi. Keçdik indi növbəti sualımıza. Bu 19-cu suala baxaq. Şahmat turnirində 12 nəfər var, düzdür? 12 nəfər iştirak edir və hər bir iştirakçı başqa iştirakçıların hər biri ilə bir partiya oynadı. Yəni bu o deməkdir ki, 12 iştirakçıdan siz neçə iki qruplar təşkil edə bilərsiniz? Bu kombinatorikaya əsaslanır. Sizə əgər məsələn 10 nəfər, məsələn 5 nəfər olsun və ya 8 nəfər, de ki 8 fəhlə verilib, 8 fəhlə. Deyirlər ki, sizə bu 8 fəhləni neçə dənə, neçə fərqli yolla, neçə fərqli variantla 3 qrupa bölə bilərsiniz. 3 qrupa yox ha, 3 nəfərlik qruplara bölə bilərsiniz. Neçə yolla 3 nəfərlik qrup düzəltmək olar bu 8 fəhlədə? 8 fəhlənin 8-i də fərqli bir insanlardır. Neçə 3 nəfərlik neçə dənə qrup düzəldə bilərəm? 3 nəfərlik ya. Kombinezon, ümumi fəhlələrin sayı. Mənə 3 nəfərlik qrup lazımdır axı. Neçə cür qura bilərəm? Buraya yazacağam 3. 3 nəfərlik qrupların sayı. Bu oldu kombinezonun işi. Kombinezon bu işi görür, yəni. 8 fəhlə verilibsə 3 nəfərlik qruplar yaratmaq istəyirəm. Neçə dənə fərqli yollarla biz 3 nəfərlik qrup seçə bilərik? Kombinezon 8-dən 3-də. Bu da həmin şeyə əsaslanır. 12 fəhləmiz varsa, daha doğrusu şahmat turnirində 12 nəfər iştirak edibsə, kombinezon 12-yə görə şahmat turnirində də 2 nəfər oynayır da bir-biri ilə. Özü 2 nəfərdir. Ona görə 2 nəfərlik qruplar təşkil etməliyəm. 12 əsasına görə 2. Yəni 12 faktorial yuxarıda, aşağıda 2 faktorial vurulsun, 12 çıxılsın 10. Yəni 10 faktorial. Bu da eləyir 11 vur 12,
Görünsün 2. Düz elədim mi? Bu delil 66. E variantı. Geldik 23 suala. Bu karandaşla bağlı böyle bir sual. Səhv eləmirəmsə bu sual sınağa düşüb, qəbula düşüb, daha doğrusu sınağa düşüb. 2020 üçüncü il idi yoxsa 2022-ci il? Tam dəqiq yadıma gəlmir. 22 ya da 23-cü ildə idi deyəsən. Sual düşmüşdü qəbula. Xeyli əvvəllər mən bu sualın izahını vermişəm YouTube kanalımda. Digər yollarla izah eləmişəm. Yəni 2 il öncə, yəni bu sualın, yəni səhv eləmirəmsə. Təbii ki, bunun daha da qısa yolları var. Gəlin bu sualın izahına baxaq. Bu qırmızı, sarı karandaşlar. Bu hissədə biraz yer eləyim. 23 sualın izahından ötürü. Deməli biz bilirik ki, deməli karandaşlar bu sualda iki karandaşdan söhbət gedir. Siz çalışın ki, qırmızı, sarı karandaşları görəndə sualın sonu sarı ilə bitən, yəni sonu sarı ilə bitən söhbəti olmasa belə. Bu sualda məsələn sonu sarı ilə bitən, sonu qırmızı ilə bitən söhbəti yox. Amma siz onları ayırın, çalışın. Ayırsız daha rahat olacaq. Düşünək ki, sizə bir dənə karandaş verilib, yəni bir karandaş. Həmin karandaş qırmızı da ola bilər, sarı da ola bilər. Məsələn, siz sonu qırmızı, sonu qırmızı yazmaq istəyirsiniz, sonu sarı və sonu qırmızı ilə bitən. Sonu qırmızı. Məsələn, sizə bir dənə karandaş verilibsə, bir karandaş. Sonu sarı ilə bitən, yəni həmin karandaş qırmızı da ola bilər, sarı da ola bilər əslində qalsa. Sonu sarı ilə bitən neçə dənə variant yaza bilərəm? Elə bir dənə sarı. Oldu sonu sarı ilə. Bəs yaxşı, qırmızı karandaş neçə cür yaza bilərəm? Sonu qırmızı olsun ancaq. Sonu qırmızı ilə bitən elə bir dənə qırmızı karandaş olacaq. Elə bir qırmızı. Vəssalam. Deməli, neçə dənə variant oldu ümumi olaraq? İki variantımız oldu. Bir variant sonu sarı ilə bitən, bir variant sonu qırmızı ilə bitən. Oldu neçə variant? İki variant oldu. Yaxşı. Bizə yaxşı. O zaman iki karandaş verilərsə nə olacaq? İki karandaş veriləndə, gəlin bunu praktikə yazaq, ondan sonra qaydanı deyəcəm. İki karandaş veriləndə biz bunu nə bilə bilərik? Amma sonu sarı olsun ha. Sonu sarı olan variantları necə yaza bilərəm? İki dənə sarı ola bilər həmin karandaş. Sonu sarıdırmı? Əla, sonu sarıdır. Bir də necə ola bilər? Qırmızı və sarı. Sonu sarıdan söhbət gedir. Görürüz, iki dənə variant ola bilər sonu sarı ilə. Belə çıxır ki, burada iki variant ödəyir burada. Sonu sarı ilə bitən. Yaxşı, sonu qırmızı ilə bitən neçə variant ödəyir? Sonu qırmızıdırsa əvvəlində də bir dənə qırmızı, sonu qırmızıdırsa əvvəlində bir dənə sarı olacaq o zaman. Gördünüz, yenə iki variant. Heç bir məhdudiyyət qoyulmadan təbii ki. Burada olacaq iki variant. Neçə oldu ümumi? Bu ümumi deyil bizdə. Ümumi. 4 dənə gördünüz. Sonu sarı ilə bitən 2, sonu sarı qırmızı ilə bitən yenə 2. Bayaq bizdə 1-1 idi. Sonu sarı ilə bitən 1, sonu qırmızı ilə bitən bir dənə variant var idi və cəm 2 idi, yadınıza gəlirsə. Yəni bir karandaş olanda sonu sarı ilə bitən bir dənə variant idi, sonu qırmızı ilə bitən bir variant idi. Ümumi 2 idi. 3 karandaşda yoxlasaz, artıq fikir versiniz bu 2-nin qüvvətləridir, görürsünüz. Bir karandaş olan nə olur? 2 üstü 1. 2 karandaş olan nə olur? 2 üstü 2. Belə çıxır ki, 3 karandaş olsa, bu uyğun gəlir 2 üstü 3'ə. 2 üstü 3 8 deyil. 8'i 2 yerə bölərsiniz. Sonu sarıya yazarsınız. Sonu sarı ilə bitən karandaşlar 4 dənə. Sonu qırmızı ilə bitən karandaşlar 4 dənə. Ümumi neçə nə olur? 8 dənə olur. Yaxşı, 4 karandaş verilsə nə olur? 4 karandaş bizim 2 üstü 4'ümüzdür. 2 üstü 4 bizə 16'nı vermir. 16'nın yarısı sonu sarı ilə bitən 8. Həmin o 16'nın yarısı sonu qırmızı ilə bitən 8. Bu formada. Yəni bunların yarısı gedir. Heç bir məhdudiyyət qoyulmadan təbii ki. Yəni 2-dən artıq qırmızı karandaşın yanaşı gəlməməsi, yəni və yaxud 3 karandaşdan artıq, yəni belə bir şərtlər qoyulmadan təbii ki. Və cəm olur 16-mız. Görürsünüz 2 üstü 4 16 edir. Və tamam 5 dənə karandaş olsa nə olur? 5 karandaş bizdə 2 üstü 5 deməkdir. Bu edir 32. 32-nin yarısı 16 eləmir. Sonu sarı ilə bitən neçə olur? 32-nin yarısı 16. Sonra qırmızı ilə bitən variantların sayı da 16 olur və cəm olur 32. Görürsünüz? Yəni bərabər hissəyə bölünür. Yəni 5 karandaş verilibsə 2 üstü 5. 32 ümumi sayı, 16 sonu sarı ilə bitən, 16 sonu qırmızı ilə bitən. Bərabər şəkildə bölünməlidir. Yəni bu formada olmalıdır. Gəlin biz bu sualın şərtlər verib burada. Yəni məhdudiyyət qoyulub bizim üçün burada. Gəlin bu sualın öz həllinə baxaq. Təxmini bu qayda ilə eləyəcəm. Sadəcə burada bizdə şərtlər var. Şərti izah eləyəcəm. Yəni məhdudiyyət qoyulanda nə etmək lazımdır? Yəni bir-bir artıq hesablamayacaqsınız bunu. Bir dənə cədvəl quraq istəyirsiniz bu sual üçün. Məsələn, biz belə eləyə bilərik. Bura olsun karandaşların sayı. Yazıram karandaş sayı. Karandaşların sayı. Bura olsun sarı. Yəni sonu sarı ilə bitənlərin sayı. Sonu sarı ilə bitən variantların sayı. Bu olsun sonu qırmızı ilə bitən.
Qırmızı. Bu da nə olacaq? Ümumi olacaq. Ümumi olsun ümumi. Yaxşı, bizə bir karandaş verilibsə, bizə deyir ki, qırmızı və sarı rəngli karandaşlar, sarı karandaşların yanaşı 2-dən, qırmızı karandaşların yanaşı 4-dən. Bax, bunu yadda saxlayırsınız. Sarı karandaşın məhdudiyyəti nədir? Sarı karandaş 2-dən artıq ola bilməz. Qırmızı karandaş 4-dən artıq ola bilməz. Amma artıq ha. Çox vaxtı mən sual verirəm ki, sarı karandaşlar 2-dən artıq yanaşı gələ bilməz. Belə bir şey deyirsə, sual verirəm. Bu hal yol veriləndir, yoxsa yol verilən deyil? Yəni, bu yol veriləndir. Mənə deyir ki, sarı karandaşların yanaşı 2-dən artıq olmaması şərti ilə. 2-dən artıq. 2-dən artıq nə deməkdir? 2 demək deyil ki, yəni 3 dənə sarı əgər yanaşı gəlsə sarı ən azı, o zaman mənim halım pozulur. Qayda pozulur. Məhdudiyyət var. Qırmızı karandaşlar isə 4-dən artıq. Bu nə deməkdir? 4 dənə qırmızı mənim üçün problem yaratmır bu sualda. Aydındır? 4 dənə qırmızı yanaşı gələ bilər. Yəni 5-ci qırmızı, ən azı 5 qırmızı əgər yanaşı gələrsə, artıq qayda pozulmuş olur. İndi bizə bir karandaş verilibsə, bir karandaşda məhdudiyyət yoxdur. O zaman bu 2 üstü 1 verir bizə, düzdürmü? 2 üstü 1, bir karandaş 2 üstü 1. 2 üstü 1-in yarısı, yəni 2-nin yarısı sonu sarı bitən, həmin 2-nin yarısı sonu qırmızı ilə bitən, ümumi variantların sayı 2 oldu. Tamam, birinci karandaş hazırdır. Bunu baxın neçəyə gedəcəm. Toplam sayıları bax, karandaşların sayı. 3, 4, 6, 7. Bunlar bizə lazımdır. Amma biz sırayla gedəcəyik təbii ki. Amma 7 karandaş, yəni toplam sayıları var bax burada. Bir karandaş. Düz 7-yə qədər gələcəm. Qısa yolu var deyəcəm. 2 karandaş olsa əgər, bu nə olur? 2 üstü nə olurdu? 2 olurdu yadınızdasa. 4. 2 karandaşda heç bir məhdudiyyət yoxdur. Yəni siz 2 dənə qırmızı, yəni 2 karandaş varsa 2 qırmızı da yaza bilərəm. 2 sarı da ən pis halda yaza bilərəm. Heç bir məhdudiyyət yoxdur ki. Yəni hələ ki 2-dən sonra 3-də başlayacaqsa, ona görə bu 4-ün yarısı bura, yarısı sonu qırmızı, ümumi variantların sayı oldu 4. Bu da hazır. Yaxşı, bəs 3 karandaşla baxıram. 3 karandaş yazıram. Bu olur neçə? 2 üstü 3 olur, düzdür. İndi gəlin burada diqqətli olmaq lazım. Normalda biz bilirik ki, 2 üstü 3 olanda sonu sarı ilə bitən 4 olmalıdır, sonu qırmızı ilə bitən 4 olmalıdır. Amma biz bunlardan nəsə çıxmalıyıq. Normalda belə olmalıdır, amma məhdudiyyət var axı bizdə. Yəni, sonu sarı ilə bitənə gəlin baxaq. 3 dənə karandaşda sonu sarı ilə bitən 4 dənə variant ola bilərdi. 3 dənə karandaşda. Amma biz orada şərtə görə alınmayanları 4-dən çıxacağıq. Məsələn, baxın, sonu sarı ilə bitərsə, 3 dənə karandaşdan söhbət gedir ha. Bu şərt yol verilməzdir. Görürsüz? Elə bir dənə bu şərtin özü yol verilməzdir. Yəni 3 dənə sarı gələ bilməz, axı. Sonu sarı olanda bu vəziyyət alınmaz. Bu sarının birini qırmızı ilə əvəzləsəz, artıq bunlar ödəyər. Təbii ki, bir dənə bu ödəməz. Başqa özünüz də videonu saxlayıb yoxlaya bilərsiniz. Yəni mümkün deyil başqaları ödəməsin. Bir dənə bu ödəmir. Yəni sonu sarıdan söhbət gedir. Əvvəlinə 2 dənə sarı atsam, 3 dənə sarı yanaşı gələr. O zaman 4 yox. Bundan bir vahid nə olacaq? Bir dənə alınmayan, bir dənə variant var axı, alınmayan. 4-dən 1 çıxacam. Yəni buranı silirəm. Bu 4-ün yerini. Sonu sarı ilə bitəndə 4 yox. Nə olacaq? 3 olacaq. Vəssalam. Buraya yazıram 3. Bəs qırmızı 3 dənə karandaş verilibsə, qırmızı şərt yəni ödəməyə bilərmi hər hansı? Baxırıq. Sonu qırmızıdırsa, ən pis halda belə ola bilər. Baxıram ki, qırmızı üçün məhdudiyyət 4-dən artıq olmaması şərti deyir. Yaxşı, bəs qırmızının əvvəlinə bəs 2 dənə sarı atsam, bəlkə sarı üçün pozula bilər. Görürük ki, aha, sarı üçün də pozulmur. Hər şey qaydasında. Ona görə bu 4 qalır yerində. Problem yoxdur. Ümumi variantların sayı nə oldu bu arada? Artıq 8 yox, 7 oldu. Görürsünüzmü? Məhdudiyyət olanda biraz diqqətli olmaq lazımdır. Gəldik yaxşı 4 karandaşa. 4 karandaş olanda bunu bilirsiniz ki 2 üstü 4'dür. Üstü 4'dür. Və 2 üstü 4 nə olur? Deməli 16 olur, düzdür? Həmin 16'nın yarısı 8 deyil. 8'i buraya yazmalıyam. 8'i buraya yazmalıyam, düzdür? Amma bizdə artıq yenə məhdudiyyət yaranacaq. Bunu artıq bilirsiniz. Gəlin məhdudiyyəti indi araşdıraq görək hansı məhdudiyyətlər olacaq 4 karandaşda. Alınmayan variantları çıxmalıyıq. Gəlin birinci sarıdan başlayaq. Sonu sarı ilə bitən, sonu sarı ilə bitən, baxın. Sonu sarı ilə əgər bitəcəksə, amma 4 karandaş var bu arada. Alınmayan variantlarda elə biri budur. 4 dənə sarı 4'ü yanaşa gələ bilməz təbii ki. Alınmayan variantlardan bu sarını götürüb qırmızı eləsəm əgər, sonu sarı ilə bitən alınmayan variantlardan biri də bu oldu. Görürsünüz? Alınmayan variant təbii ki. Bir dənə diqqətlə baxın. Diqqətli olmaq lazımdır burada. Alınmayan variant nəsə düzəldə bilərsiniz başqa. Məsələn, sarıların yerini dəyişməklə. Təbii ki, sonu sarı qalmalıdır bu.
İki dənə sarını götürüb əvvələ atsaz heç bir problem olmaz. Yəni bizə lazımdır ki, üç dənə sarı gəlməsin yanaşı və yaxud dörd dənə gəlməsin. Ən azı üç dənə gələ bilməz yanaşı. Yaxşı, bəs başqa bir qırmızı, yəni bu sarını bir dənə qırmızıların sayını artırsam da 3 dənə sarı ömür boyu gələ bilməz yanaşı. Belə çıxır ki, 2 dənə halımızda, yəni düşünəsiniz ki, müəllim, bu qırmızını götürüb axıra atsam bəs. Axı 3 dənə sarı yanlış gəlir, amma biz deyirik axı, sonu sarı ilə bitən lazımdır bizə. Bu qırmızını götürüb bura ata bilərik ən yaxşı halda. O iki sarı ayrılacaq, o zaman alınacaq o. Bizə lazımdır 3 dənə sarı yanaşı gəlməsin. Cəmi 2 dənə hal bizdə sonu sarı da ödəmir. 2 üstü 4, yəni 16. Onun yarısı 8 buraya yazılmalıdır, 8 buraya yazılmalıdır. Artıq bura 8'i yazmayacağım. 2 variant ödəməkdirsə 6 variant ödəyəcək. Bura 6 yazdım. Gəlin indi qırmızını araşdıraq. Burada normalde 8 yazılmalıdır. Gəlin qırmızını araşdıraq. Sonra qırmızı ilə bitirsə 4 karandaş varsa 1, 2, 3, 4 dənə qırmızı üçün heç bir şərt ödəmədi. Amma ən diqqətli, yəni bu sualda əgər bu sualı öyrənmisinizsə, ən diqqətli, ən belə deyim də, yəni yetirəcəyiniz hissə bu qırmızınındır. Bu hissədir. Bax, indi diqqətlə biləcəksiniz. Çoxlarınız bəlkə videonu dayandıra da bilərsiniz. Baxa bilərsiniz ki, deyə bilərsiniz ki, yəni bura artıq 8'i yaza bilərəm bu hissəyə, amma yazmayacağıq. Nəyə görə yazmayacağıq? Çünki düzdür, bu şərt ödəyir, əladır, qaydasında da hər şey. Qırmızı üçün şərt ödəyir, amma siz sarını yaddan çıxarmayın. Sonu qırmızı olsa belə, siz sarıları da düzülüşünə diqqət etdirməlisiniz. Sarıda bəlkə qayda pozulur, həqiqətən sarıda pozulur. Sonu qırmızı olanda əvvəldə 3 dənə sarı ola bilməz axı. Yadınızda sonu qırmızıdır da faktiki olaraq, amma əvvələ sarıları da ata bilərəm axı. O zaman 3 dənə sarı yanaşı gələ bilərmi? Əlbəttə ki, gələ bilməz. Ona görə bir dənə hal ödəmir. Sonu qırmızı olanda siz bir dənə sarını götürüb qırmızıya çevirsəz əgər, artıq iki dənə sarı olacaq orada. Həmin iki dənə sarı da yanaşı gəlsə belə problem yaratmır bizim üçün. Onsuz da sonuncu qırmızıdır. Ona görə bir dənə hal ödəməyəcək. Ona görə biz bu nöqtənin yerinə 8 yox, 7 yazmış oluruq. Ümumi variantların sayı neçə olmuş olur? 13 olmuş olur. Normalda belə bir formanı da görmək olar burada. İndi gəlin biz belə eləyək. 5 karandaş olanda baxın. Diqqətlə. 5 karandaş olanda nə olacaq bu? 2 üstü 5 olacaq. 2 üstü 5 olacaq. Bunu sizə indi bir dənə qaydasını deyəcəm. Bunu həll etmək üçün. Hansı formatda eləmək olar? Deməli, baxın. Bizim üçün burada şərt necədir? Şərtə diqqət edin. Əgər biz sarını tapmaq istəyiriksə, sarını tapmaq istəyiriksə, normalda bilirsiniz də 2 üstü 5 32 deməkdir. Bura 16 düşür, bura 16 düşür. Amma 16'dan çıxacaq nəyəsə, alınmayan variantlar. Amma bunun qısa yolu nədir? Sarı üçün vəziyyət nə idi? Sarı üçün. Sarı karandaşlar 2'den artıq olmaması şərti deyirdi, düzdür? 2'den artıq olmaması şərti. Sarı üçün 2'den artıq idi. İkili Fibonacci'dən istifadə edəcəksiniz. Əgər 2'den artıq deyirsə. Amma 3'dən 6'nı cəmi götürüb 9'u buraya yazmırsınız. Sarı üçün ikili Fibonacci, yəni sarı üçün şərt 2'den artıq deyirsə, siz bu xananı tapmaq üçün bu qırmızı olan rəqəmləri görürsünüz. Son 2 dənəsini toplayarsınız. 11 eləmir. Götürüb yazarsınız bura. Fikir verin. 1'dən 2'nin cəmi 3. 2 ilə 4'ün cəmi bu sıranı artıq görməlisiniz. 2 ilə 4'ün cəmi nə oldu? Yəni qırmızının ikilik Fibonacci sarı eləyir. Görürsünüz? Amma şərtdir ki, qırmızı dörtlükdür. Yəni 4'dən artıq deyir, amma qırmızıda 2 oldu. Həmin ikilik Fibonacci biz nədən ötürüdür qırmızı üçün? Çünki sarıda şərti, sarı karandaşlar 2'den artıq olmaması şərti deyilirdi. Yəni 2'den artıq deyirsə, deməli ikilik Fibonacci. Sarını tapmaq üçün ikilik Fibonacci'dən istifadə etməliyəm. Amma qırmızıdan istifadə edəcəm sadəcə. Yəni vəziyyət budur. Hani sarı qırmızı 2'den artıq deyirsə ikilik Fibonacci olacaq. Sadəcə qırmızıdan istifadə edəcəm. Yəni 7'dən 4'ün cəmi 11. Amma qırmızı üçün nə deyirdi? 4'dən artıq demirdi. Qırmızı üçün 4'dən artıq. Qırmızının xanasını tapmaq üçün artıq sarıdan istifadə edərsiniz. Yəni 11, 6, 3, 2'ni toplamazsınız. Bu xananın yuxarısında olan, yuxarı solunda. Yəni bunu tapmaq üçün bundan əvvəlki xanalar var. 6, 3, 2, 1. Dörtlü amma. Çünki qırmızı üçün 4'dən artıq deyirdi axı. Qırmızını tapmaq üçün dörtlük Fibonacci. 6, 3, 2, 1 təbii ki. Və bunları toplayıram 12. Qırmızı üçün burada düşəcək 12. Qurtardı getdim. Biz bunu yoxlaya da bilərik istəyirsiniz. Gəlin praktiki şəkildə yoxlaya da bilərik. Bu oldu 23. Gəlin bunu istəyirsiniz yoxlayaq. Mən bu ədədləri sizin üçün ala bilərəm. Yəni görə bilərsiniz ki, şərt həqiqətən tam uyğundur, yolunuz tam ödəyir. Gəlin yoxlayaq. 2 üstü 5 32 deyil. 16 bura düşməlidir. 16 bura düşməlidir. Bura 16 düşməli idi axı. Belə çıxır ki, 5 çıxıblar bundan. Deməli, sonu sarı ilə bitən 5 karandaşda 5 karandaş verilibsə, sonu sarı ilə bitəndə 5 dənə variant ödəmir. Ona görə 16'dan 5 çıxırlar. Sonu qırmızı ilə bitəndə isə 4 variant ödəmir. Yəni bunları bir-bir yoxlayaq. Sonu sarı ilə bitən 1, 2, 3, 4, 5. Bir dənə bu şərt ödəmir.
Bu sarını götürüb qırmızı eləsəm. Bir, 2, 3. Bu şərt ödəmir. Bu qırmızını götürüb bu yana atsam. Yəni bu sarının yanına atsam. Sarı, 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 qırmızı, sarı. Bu üçüncü şərt ödəmir. Görürsünüz, sarı üç dənə yanaşı gələ bilməz. Sonra biz nə edə bilərik? Başqa nə edə bilərik? Yəni yoxlayaq bir dənə. Götürüb nə edə bilərik? Bu ödəməyən şərtlər düzdür. Üç dənə variant hələ ki var. Sonra deməli hamısı 4'ü yazmışam. 4 dənə sarı yazmışdım, düzdür. Həmin o qırmızı bura düşəndə bəli, yenə alınmayan variant buydu. Sonra gəlin biz nə edək? Bu qırmızı, sarını bir dənə də artıraq qırmızıya. 2 dənə qırmızı eləyək. Sarını qırmızı ilə əvəzləyək. Əvvəldə 2 dənə qırmızı olanda sarı, sarı, burada bir dənə sarı. Gördünüz? Sonra sarı ilə bitən 3 dənə sarı gördünüz, yanaşı gəldi. 4 dənə variant ödəm. Bir dənə variantım qalıb. Gəlin onu da axtarım, tapım indi. Bir dənə variant qalıb. İndi gəlin onu tapmalıyam. Sonu sarı ilə bitən. Aha, burada görməmişəm onu, burada. Götürüb bu qırmızını var, ya, götürüb bura qoyacağam. Sarı, kırmızı, sarı, sarı, sarı. Sonra sarı ilə bitir. Bu bir dənə qırmızı burada olanda. Bu yanında 3 dənə sarı olur. Görürsünüz, yanaşı gələ bilməz. Gördünüz, 5 dənə variant ödəmir. Yəni istəyirsiniz videonu saxlayın, dayandırın, edin. Mən əminəm ki, alınan deyil. Yəni 5 dənə ödəmirsə, bura 16 yazmalıydım, çıxdım 5'i. Yazdım 11'i. Sonu qırmızı ilə gəlin. Onu da yoxlayaq istəyirsiniz. Sonu qırmızı ilə bitən. Düzdür, bunun altılıq, yeddiliyi artıq yoxlamaq çox çətindir. Ona görə təbii ki, qısa yol. Əvvəldən hər hansı bir Fibonacci yolu tapıb tərtib eləməliyik. Yəni 7-8 karandaş fərqi yoxdur. Gəlin bu 12'ni tapaq. Bura 16 yazmalıyıq. Sonu qırmızı ilə bitən alınmayan variantları gəlin yoxlayaq. 5 karandaş olanda 1, 2, 3, 4, 5. Sonu qırmızı ilə bitən bir dənə bu variant ödəmir. Düzdür, bu 1. Sonra qırmızı ilə bitən əvvələ 4 dənə sarı ata bilmərəm. Görürsünüzmü? Artıq mən götürüb bir dənə sarını yoxlamaram. Çünki 4 dənə qırmızı olsa, 4 dənə qırmızı problem yaratmır. Sarılar artıq problem yaradacaq. Bu 2 dənə variant ödəmir. 2 variant. Gəlin bir də belə eləyək. Bu sarının yerinə bir dənə qırmızı ataq. Qırmızı, sarı, sarı, sarı. Gördünüz, sonu qırmızı ilə bitən 3 dənə sarı yanaşı gələ bilməz axı. Bu da üçüncü variant ödəmir. İndi dördüncü qaldı. Bir dənə onu artıq özünüz görürsünüz yəqin ki, bu qırmızını götürüb bura atacağım. Sarı, 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 qırmızı, qırmızı. Bu da oldu dördüncü variant. Artıq siz dəyişə bilməzsiniz. Bu qırmızını götürüb bu yana qoysaz, sarılar ayrılsa bir-birindən artıq 3 dənə sarı yanaşı gəlməz. Ona görə 4 dənə variant ödəmir. Görürsünüz? Ona görə 5 karandaşda bura 16 yazmalıydım. Sonu qırmızı ilə bitən. O 4'ü çıxıram, alınmayan variantları. Alınan variantlar 12 olacaq yerdə qalan. Gördünüz 23. Və bizim qısa yolumuz nə idi? 6 karandaş olanda sarını tapmaq üçün. Sarıda 2'dən artıq deyirdi axı. Növbəti xananı tapmaq üçün İkili Fibonacci. Sarıda 2'den artıq deyir deyə qırmızıdan istifadə edəcəm. İkili Fibonacci. 19 buraya yazacağım. Qırmızını tapmaq üçün isə 4'lü Fibonacci. Çünki 4'ten artıq qırmızı üçün şərt qoyulurdu ki, 4'ten artıq. Ona görə bunu tapmaq üçün bunu yox abi, bunu. 11, 6, ben bunun yuxarısında. 11, 6 ancaq bundan istifadə edərsiniz. Bundan yox. Qırmızı tapmaq üçün. 11, 6, 3, 2. Bunlar toplamda 22 gelir mi? Oldu bura 22. Vəssalam. Bu da olur. Cəm bizdə 41. Variantların sayı. Bir de bize 7 lazımdır. 7, 8 lazım değil bize. 7 karandaş olanda bura düşəcək sarı 12 ilə 22'nin cəmi, yəni 34 bura düşəcək. Qırmızını tapmaq üçün isə 4'lü Fibonacci, amma sarıdan istifadə edəcəm. 19, 11, 6, 3. Bu da neçə edir? Deməli 39. Bu da elədi 73. Ümumi variantların sayı. Sualımız hazırdır. Sadəcə axırda şərti biz oxuyub sualı belə deyək də tamamlayaq, belə deyim. Şimdi gəlin baxaq bu suala. Deməli biz burada baxsaq, toplam sayıları 3 olanda, toplam sayıları 3 olanda ümumi variantlara sayı nə qədərdir? 7 dənə idi. Toplam sayıları 3 olanda variant sayı 7 dənə olur. Toplam sayı 4 olanda bu 4 karandaş. 13 olur. Toplam sayı 6 olanda 41 olur. Toplam sayı 7 olanda 73 olur. Bize deyir ki, toplam sayı bunu dedi, tamam. Olan qırmızı və sarı karandaşların mümkün düzülmə variantları artıq yazmışam. 7, 3 tane karandaşda 7 variantda düzülür, 4 karandaşda 13 variantda düzülür. Toplam düzülmə variantları tamam bildim. Variantların sayını göstərən ədədlərin, həmin o 7, 13, 41'dən söhbət gedir. Göstərən ədədlərin rəqəmlərinin cəmini tapın. Bunun rəqəm cəmi də 7'dir. Bunun rəqəm cəmi. Bunu silirəm, yerinə yazıram 4. Bunun rəqəm cəmi. Bunu silirəm, yerinə yazıram 5. Bunun rəqəm cəmi. Bunu silirəm, yerinə yazıram 10.
Həmin rəqəmlərin cəmini tapdım. Kodları onlara uyğun cəmlərin artma ardıcılığı ilə düzün. Artıq biz yeni ədədlər yoxdur. Rəqəmlərin cəmini tapdıq axı. 7-nin rəqəm cəmi ilə 7-nin özüdür. İndi biz kodlar var, kodu 1. Bunları hamısını düzməliyik artan sırayla. Artma sırası nə deməkdir? Rəqəmlər var, 7, 4, 5 və 10. Bunlardan ən balacası hansıdır? 4 deyil. 4-ün kodu nədir? 2 deyil. Ona görə birinci yerdə 2 olacaq. Kodu 2. 4-dən sonraki balaca hansıdır? 5. Yəni kodu 3 deyil. 3 olacaq. 5'ten sonraki balacansa 7'dir. Kodu 1 değil. 1 olacaq. 7'den sonra 10 gəlir, düzdür. Kodu da 4'dür axı. Həmin 4'ü yazacağım variant. 2, 3, 1, 4 cavabımız oldu. Qurtarıb getdi. 2, 3, 1, 4 hansıdır variant? C variantı. 2, 3, 1, 4. Bu da sualımız hazır. Karandaşda diqqətli olursunuz, düşə bilər. Yəni cədvəl formasında da verə bilərlər onu. 2018-2019-cu illərdə səhv eləmirəmsə düşmüşdü yəni. Sonu sarı ilə bitən variantların sayı ilə sonu qırmızı ilə bitən variantların sayı arasındakı olan fərqdən söhbət gedirdi orada. O da elə bu sual formasında elə bu yolla həll olunur təbii ki.